Axşamınız xeyir. Bu gün biz sizlərlə Doktor Lətifə Cavadlı ilə mükəmməl və yetərsizliklə bağlı webinar edəcəyik. Hər birinizə qoşulduğunuz üçün işlərimdə təşəkkür edirəm. Bəlkə bu webinarımız doktorumuz da özü izah verəcək. Kiçik bir girişlə deyim ki, yəni daha çox tələbələrə yönəlmə etmək istədik ki, imtahan stresidir. Eyni zamanda təhsilimizlə bağlı narahatçılıqlardır ki, bizə müxtəlif narahatçılıqlar verir. Özümüzlə psixoloji problemlərimizi yol açır. Bununla bağlı webinar eləmək istədik. İndi isə sözü doktorumuza verirəm. O özü sizə detallı bir şəkildə izah verəcək. Axşamınız xeyir olsun. Başlayırıq. Bugünkü mövzumuz mükəmməllik və yetərsizlik hissidir. Öncə qısaca özümü tanıdım. Tibb Universitetini bitirmişəm. Müalicə Profilaktika Fakültəsi. Müalicə 2 idim bu arada, Leski. Eee, Daha sonra Xəzər Universiteti Klinik Psixologiya oxumuşam magistratura. Fərqlənmə diplomu ilə bitirmişəm. Təlimlərimi Türkiyədən almışam. Psixoterapiya ilə məşğul olduğum üçün ailə terapisi, cinsel terapi, travma sonrası stres, gestalt, psixoanaliz, duyğu odaqlı, çözüm odaqlı, McCarthy və s. Yəni bir sözlə terapiyada istifadə edəcəyimiz texnikalar, yöntemlər, ekollar və s. Nevroloq olduğum üçün təbii ki, medikamentoz müalicə də yaza bilirəm, amma daha çox hal-hazırda psixoterapiya ilə məşğulam. Bugün danışacağıq mükəmməllik və yetərsizlikdən. Sualları cavablandıracağım. Suallarınız olduqca yaza bilərsiniz. Arada yarıda saxlayıb suallara baxıram. Mükəmməllik arzusu təbii motivasiya kimi görünə bilər. Yəni ki, ən yaxşısını eləyim, ən gözəlini eləyim, ideal olsun, amma həddindən artıq olduğu zaman stres, narazılıq və yetərsizlik hissi yaranır. Yəni balans bizim üçün çox əhəmiyyətlidir. Nə qədər mükəmməllik hissi çox olarsa, o qədər də əslində insanı daha çox yıpratır, yorur, stresi və yetərsizlik hissini artırır. Biraz sonra bunun beyin yönünü də anlatacağam. Düşünün ki, bunu bir dağın zirvəsinə çıxmağa bənzətsək, mükəmməllik ən zirvəyə qalxmaq arzusudur, amma hər addımda daşlar getdikcə insanın ayaqları yorulur, yükü artır, çətinliyi artır və burada bir tədqiqat paylaşmışam sizlə. Bu tədqiqatın nəticəsinə görə hipermükəmməl insanlar daha çox özlərini tənqid edirlər. Yəni hər birimizin beynində bir iç səs var, bizlə danışır daimi. Bu iç səs mükəmməlliyətçi insanların içərisində daha çox olur və daha tənqidçi olur. Adətən biz psixologiyada seanslarda bu iç səsi də işləyirik və bəzən işləyərkən görürük ki, bu iç səs bizim ya atamızın ya da anamızın səsidir. Məsələn, hal-hazırda Azərbaycanca danışıram. Niyə? Gözümü açdım, ata-anam Azərbaycan dilində danışırdı. Ləhcəmi onlardan aldığım kimi, bəzi qorxuları da onlardan alıram. Eyni şəkildə deyək ki, məsələn, mənim valideynim belə bir valideyn olmuş olsaydı. Tutaq ki, indi buraya stakanda su qoymuşam. Düşdü, qırıldısa, o məni o anda danlayan bir valideyn olsa, desə ki, bemarsan, şikəstsən, bir dənə stakanı yerinə qoya bilmirsən, düzgün qoy, yetərli qoy, ən gözəl şəkildə qoy. Hər dəfə belə davranmış olsa, get-gedə valideynim vəfat etmiş olsa, yanımda olmasa, həyatımda olmasa, hətta mən xarici ölkədə olsam, tələbə olsam belə, yenə də əgər bu stakan mənim əlimə düşüb sınarsa, o anda mən bemaram da, şikəstəm də, bir dənə stakanı doğru yerinə qoya bilmirəm, yaxşı bir şəkildə eləyə bilmirəm deyə özümlə danışacaqdım. İndi hətta bir dəqiqəlik belə bir şey edə bilərsiniz. Özünüzlə danışıqlarınıza bir diqqət edin. Beyninizdən keçin. Hal-hazırda bir fərqindəlik yaşamanızı istəyərəm məsələn. Bir neçə dəqiqə özünüzə zaman ayırıb da özünüzlə hansı tərzdə danışırsınız? Özünüzü söyərsinizmi? Söyərsinizsə hansı sözləri deyərsiniz? Özünüzü danlayarsınızmı? Özünüzə bir cərimə cəza verərsinizmi? Görəcəksiniz ki, daha sonra bu sizə hardan tanışdı deyə bir sual versəniz. Yəni mən bu üslubu kimdən öyrəndim, hardan, necə öyrəndim? Baxacaqsınız ki, bu %90 ya atanız ya da ananızın üslubudur. Niyə onlardan biri kimi, yəni özümüzə daha çox davranırıq və təbii ki, ata-anamızdan hansısa biri mükəmməliyyətçi olubsa, otoriter olubsa, məmnun olmayan bir şəxsiyyət olubsa, bu bizdəki o mükəmməllik hissini artırır. Şema terapiya ilə yaxınlaşsaq, yetərsizlik şeması dediyimiz bir şema var. Şema nə deməkdir? Şema qəlibdir, amma səhv bir qəlibdir. Nəyə bənzətin? Məsələn, deyəlim ki, mətbəxdə bir keks bişirirəm, ayı formasında qəlibim var. Keksi nə şəkildə bişirirəmsə bişirim, mən o ayı formasında qəlibə tökəcəm və ən sonunda bu keksim ayı formasında olacaq. Eyni şəkildə beynimizdə biz yaşadıqca müəyyən inanclar yaranır. Bu inanclar necə yaranır? Valideynlərimizin davranışı ilə, həyatda aldığımız travmalarla, adət-ənənələrlə və s. Deyək ki, bayaq dediyim kimi bir valideynim varsa, o zaman mən də
yetərsizlik, əksiklik, dəyərsizlik, kifayət qədər yaxşı olmama əmələ gəlir. Məsələn, mən əgər ki 5 almadım bu gün məktəbdən evə gələrkən 6-7 yaşımdan etibarən hətta ulduzlu 5 almadımsa, ata-anam məni öpmürsə, qucaqlamırsa, performansa dayalı məni sevirsə, buna şərtli sevgi deyirik. Yəni şərtli sevgisi varsa valideynimin xətalarımı əfv etmirsə, yaxşı qiymət almadığım zaman üzümə baxılmırsa və ya nənə babam varsa evdə bir pasiyentim vardı məsələn, deyirdi ki, Lətifə xanım, hər gün evə gəldiyim zaman babam məni çağırardı və gündəlimdəki beşləri sayardı. O qədər istəyərdim ki, gündəlimdəki beşlər çox olsun və o çox beşləri saymış olsun. Məsələn, bu da bir gələcəkdə bir mükəmməlliyyətçiliyə gətirə bilər, yetərsizlik hissinə gətirə bilər, şərtli bir sevgiyə gətirir. Sanki sən 5 almasan, yaxşı bir övlad deyilsən, 5 almasan sevilməyəcəksən, öpülməyəcəksən kimi. Uşaqlıqdan formalaşır və onda nə qədər yəni stakanda su olsa belə dolu hissəsini görə bilmir o insan. Hep boş hissəsini görür. Məsələn, universitetə mi girdin? Belə bir sual. Amma məsələn, müalicə profilaktika fakültəsini qazanmadın ki, pediatriyaya düşdün. Ya da pulsuza düşmədin ki, pulluya düşdün. Ya da Harvarda girməmisən ki, tibb universitetinə girmisən də. Harvarda girsə deyəcək ki, amma sən orada bir dosent olaraq işləmirsən ki. Dosent olaraq işləsə, amma professor deyilsən ki, professor olsa, amma filan kəs 20 yaşından professor olmuşdu, amma sən neçə yaşda, amma filan kəs filan qədər qazanır, amma filan kəsin filan şəkildə bir ev var. Yəni bu elə bir şeydir ki, sonu yoxdur. Və bir az sonrasında nə yarana bilər? Birazdan danışacağım. O zaman yüksək standartlar şeması. Jung'un belə bir sözü var ki, tədqiqat nəticəsində yetərsizlik şeması şəxsiyyətin qərar vermə və münasibətlərinə təsir edir. Necə təsir edir? Məsələn, bunu seçəcəydim, amma ən mükəmməli deyil deyə seçə bilmirəm, seçmək istəmirəm. Qərarlarıma təsir edir təbii ki. Münasibətlərimə də eyni şəkildə. Mükəmməliyyətçi bir insan hansısa bir insanla sevgili olduğu zaman, o insan tək bir xətasını gördüyü zaman gözündən düşə bilər. Münasibəti davam etdirəməyə bilər. Hansı ki bilirik ki, xətasız insan yoxdur. O zaman da çox ayrılıqlar, xəyal qırıqlıqları yaşaya bilər bu cür xarakterdə olan insanlar. Yüksək standartlar şeması nədir desək? Həddən artıq yüksək standartlar qoyulur özünə o zaman tələbə. Məsələn, deyəm ki, tibb universitetində oxuyur, gəlib yanıma, Lətifə mən özümü sevmirəm, özümdən məmnun deyiləm. Niyə? Baxın, mənim qrup yoldaşlarım artıq 3-cü kursdan imtahan verdi, Almaniyaya getdi oxuyurlar. Mən gedə bilmədim, imtahandan kəsildimsə, amma mən Almaniyaya getməliydim. Amma mən uzmanlığı falan yerdə oxumalıydım. Amma falan şəkildə bir bal yığmalıydım kimi. Həm özünə, həm də başqasına həddən artıq yüksək standart qoymaq tükənməyə gətirə bilər, qəzəbə gətirə bilər, çarəsizliyə, yetərsizliyə və bu e, yıpradır insanı. Məsələn, bir tibb universitetindən pasiyentim var idi. Yarış atına bənzətmişdi onu valideyni. Necə? Əmsi qızı universitetə hazırlaşır, bu qız da. Məsələn, valideyn deyir ki, əmin qızı tibbə hazırlaşır, sən də mütləq tibbə girməlisən. Tamam, qız tibb universitetinə girdi. Daha sonra əmsi qızı Almaniyaya hazırlaşır. Bax, əmin qızı Almaniyaya hazırlaşır, sən də Almaniyaya hazırlaşmalısan kimi. Yəni, bəzən yaranma səbəblərindən biri valideynin yarışmacı bir ruhu olub da övladını hep yarışdırması, müqayisə etməsi, başqa uşaqlarla, bacı qardaşı ilə və s. ya da valideynin özünün professor, dosent, həkim, müəllim olması, məktəbdə zavud və s. olması və sən mənim məktəbimdə oxuyursan və sən mütləq 5 almalısan, sən danlaq eşitməli deyilsən, sən aşağı qiymət almalı deyilsən ki, uşağın önünə böyük hədəflər qoyulduğu zaman bəzən bu uşaq da özünə məcbur olaraq yüksək standartlar qoyur və aşağı heç bir şeylə məmnun olmur. Yəni onun üçün yaxşı deyilən bir şey yoxdur. Onun üçün yalnız ən yaxşı var. Ən yaxşısı olarsa özündən məmnun ola bilər. İşte burada da nə olur? Baxın, yenə bir tədqiqat qoymuşam buraya. 2008-ci ildə Leeds və dostları tərəfindən aparılan tədqiqata görə yüksək standartlar şeması stres reaktivliyini artırır. Yəni tələbə, rezident fərq etməz. Hər kiçik səhvi kəskin bir şəkildə özündə tənqid eləyir. Həm özündə, həm komandasında. Və gələcəkdə təbii ki, bu insan da ailə sahibi olduğu zaman övladına da elə davranır və yaxud da müdir olarsa işçilərinə o şəkildə davranır və onlardan da eynisini gözləyir. Mükəmməlliyətçilikdə rol oynayan digər bir səbəb enneqramdır. Enneqram nədir? Mizac tipləri kimi düşünün. Necə ki, biz tibbdə əvvəllər dedik, sanguinik, flegmatik insanlar indi elmi olaraq sübut olunmuş bir neçə ölkələrdə enneqramdır. Yəni 9 mizac var. O mizaclardan birincisi, birinci tip
mizac idealist insanlardır. Yəni bu insanlar qayda, nizam, ideal standartlara çox üstünlük verirlər. Hətta psixiatriyada ki bu diaqnoz var, OKP, obsessiv kompulsiv pozuntu. Obsessiv kompulsiv pozuntu bilirsiniz ki, psixologiyada xərçəng kimi qəbul edilir. Yəni çox sürətli bir şəkildə yayılan, artan, ağır bir rahatsızlıqdır. Hansı ki mükəmməliyyətçi insanlarda yaranır. Yəni ən təmiz olsun ya da ən gözəlini mən bilim. O zaman bu pasient bizim yanımıza gəldiyi zaman bəzən belə bir hallarla rastlaşırıq. Daha mükəmməl şəkildə təmiz olsun deyərkən məsələn bir pasiyentim var idi, başını 28 dəfə şampunlayır. Və əlini yarım saat yuyur. Və ya əlini yuyarkən 50-yə qədər sayır, 100-ə qədər sayır. Buraya toxunduysa təkrar əlini yumalıdır, natəmiz olur. Yəni mükəmməlliyyətçilikdə biz sağlam limiti aşarıqsa, məsələn, travmada necə ki belə bir şey var. Deyəlim ki, bir insan atası rəhmətə getdi. 2 ay müddətində bu insan hər gün ağlasa, işə getmək istəməsə, yemək bişirmək istəməsə və s. biz buna deyirik ki, yaslı, sağlıqlı, yas olaraq qəbul edirik. Nə medikamentoz müalicə, nə terapiya, normal qəbul edirik. 6 ay qədər davam edərsə buna uzanmış yas deyirik. Amma 1 ildəsə patoloji yasdır. Artıq 1 il sonra da hələ də atasını xatırlayıb oturub dayanmadan ağlayırsa hər bir şeydə, hələ də depressiv durumdadsa bu artıq patoloji uzanmış bir yasdır və o yasdan çıxmış olmalı idi. Eyni şəkildə mükəmməliyyətçilikdə də ən gözəli olsun deyərkən mən onsuz da bunun yaxşı olmayacaq, yox bu gün yorğunam, ürəyim istədiyi kimi alınmayacaq deyib o projelləri gecikdiririksə bu artıq patologiyadır. Yəni daha gözəl bir sunum hazırlayım deyə məsələn bu tələbə onda heç sunum hazırlamır. Çünki ürək istəyən şəkli hələ həyata keçirə bilməyəcəyinə inanırsa. Yəni biraz saat mexanizmi kimi işləyirlər. Yəni hər bir şey dəqiq öz yerində olmalıdır. Minimal bir xətaya belə dözə bilmirlər və kritik daxili səsləri çox güclü olur tədqiqata görə bu bir mizac olan insanların və təbii ki, çox vaxt özlərini yetərsiz hiss edirlər. Belə bir şey var ya, məsələn, süd çürüsə nə olar? Tvarıq bilirik də. Eyni şəkildə bir mizac bir insan rahatsızlanarsa, özünü yetərsiz hiss edəcək, biraz daha dərinə depressiv şeylər yaranarsa da daha çox bu insanlarda OKP yaranır, yəni aşırı dərəcədə mükəmməliyetçilik nəticəsində və təbii aldığı travmalar və s. səbəbilə. Klinik işdə mükəmməllik uğrunda daim təzyiq performansı stabilliyə çevirməyə bilər. Gərgin bir yaya bənzədim bunu. Yəni həddindən artıq sıxsaz partlayacaq, boş buraxırsan formunu itirəcək. İdeal olan əslində belə bir söz var, mənim çox xoşuma gəlir. Deyir ki, ən yaxşı yaxşının düşmənidir. Yəni ən yaxşısı deməyəcək, yaxşı olsun deyəcək. Özümün ən yaxşı versiyam, deyil də, özümün yaxşı versiyam və yaxud da bugün dünəndən daha yaxşıyam. Məsələn, dünə 2 səhifə kitab oxumuşdumsa, bugün 3 səhifə kitab oxudum, afərin mənə. 1-2 həftə bu 3 səhifə öyrəşəndən sonra 4 səhifə keçəcəm. Afərin mənə 4 səhifə oxudum kimi. Amma dünə 3 səhifə oxumuşamsa, bugün mən 100 səhifəlik bir hədəf qoysam, onsuz da mümkün olmayacaq. Belə bir nümunə verim sizə. 2 dənə tələbə götürək. Biri özünə həftəlik plan çizib, hər gün 10 səhifə kitab oxumaq. Digəri isə hər gün 100 səhifə kitab oxumaq kimi bir hədəf qoyub. Hər gün 10 səhifə kitab oxuyan tələbə hər gün 10 səhifəsini doğrudan oxuduğu üçün tik qoyur. Bu nə deməkdir? Bir hədəf qoymuşdu və hədəfinə çatdı, beyində dopamin və serotonin ifraz olundu. Ödül hormonu. Ödül neurotransmitterləri də bilirsiniz. Və bu tələbə artıq özündən məmnun oldu, özündən razı oldu. Afərin mənə dedi, çünki qoyduğu hədəfi yerinə yetirdi. Digər tələbə 100 səhifə qoymuşdu ya özünə hədəf. Bir gün 80 səhifə oxudu, bir gün 90, bir gün 70. Amma nəticədə nə oldu? Heç vaxt dopamin ifraz olmadı, heç vaxt hədəfinə çatmadı və heç vaxt özündən məmnun olmadı. Və nə oldu nəticədə? Özünü yetərsiz, başarısız hiss etdi. Yəni, hətta buradakı məsələ miqdar deyil. Məsələ bizim özümüzə qoyduğumuz hədəf və ona tik qoymaqdır. Və bir çox tədqiqata görə ən gözəli davamlılıqdır, mükəmməllik deyil. Yəni, bir çox tədqiqatlar aparılıb buna görə də. Məsələn, 3 səhifə belə olsa, amma bu insan hər gün oxuyursa, davamlıdırsa, onların məqsədə çatdığı daha çox görülüb tədqiqatlar nəticəsində. Və buraya qoydum bu tədqiqata görə də perfeksionizm və burnout arasında güclü bir əlaqə var. Bir insan nə qədər mükəmməliyyətçidirsə, məsələn, mükəmməliyyətçi bir insan deyək ki, slayd hazırlayacaq belə bu şəkildə, saatlarını verir. Hər tərəfdə millimetr qədər eyni olmalıdır. Yuxarı aşağısı eyni olsun. Hansısa bir hərf səhvi olar, hansısa bir cümlə tam doğrudurmu? Birdən orfoepik qaydaya uyğun olsun, orfoqrafiya qaydalarına uyğun olsun kimi o qədər ciddinə gedir ki, tək bir slayd hazırlamaq üçün günləri gedir və bəzən də, məsələn, bu hocaya desəz ki, bizə bir seminar verin, onun o gözündə çox böyük bir şey olacaq. Çünki doğrudan çox yıpranır.
Doğrudan çox araşdırır. Yəni nə qədər mükəmməlləşdirsək, o qədər işimiz çətinləşmiş olur. Bir həkim də pasiyenti heç bir səhv etmədən qəbul eləmək istəsə və yaxud da bir tələbə də bir imtahandan heç bir səhv etmədən keçmək istəsə, təbii ki, işi daha da çətinləşir. Amma özümüzü tanısaq, yəni qısa bir zaman ayıraraq, bu gün nəyi yaxşı elədim, nəyi daha da inkişaf etdirə bilərəm, səhv elədiyimiz zaman e, deyəlim ki, bu gün bir səhv etdim. Sualı belə verməliyəm. Bu gün mən nə öyrəndim? Gələn dəfə nə edə bilərəm ki, bu səhvi etməyim? Bu səhv mənə nə öyrətdi? Kimi bunlar bizi inkişaf etdirəcək. Bax, mənim yanıma bir 28 yaşında bir qız gəldi bir neçə həftə əvvəl. Bir dəfə belə olsun özünə paltar belə almayıb və almağa qorxur. Səbəb? Bu günə qədər paltarlarını həmişə ana alıb, çünki ana nevrotikdir, mükəmməlliyətçidir və düşünür ki, onun qıza özü özünə paltar alarsa doğrusunu almaya bilər. Bu qız əgər ki, paltar alsaydı, bir dəfə səhv elədi. Deyəlim ki, məsələn, nə olsun, bu ipək aldı və çox tərlədi, sintetik aldı, tərlədi, kalitəsiz bir şey aldı, dar aldı. Amma nəticədə 2-3 səhvdən sonra belə insan öyrənir ki, aha, demək ki, mən biraz daha gen paltar almalıymışam və ya sintetik məni daraldırmış, yəni işte ipək tərlətirmiş. Kətan aldığım zaman daha rahat oldum, pambıq aldığım zaman daha rahat oldum. Nə oldu? Səhv edə-edə öyrəndi və doğrusuna gəlib çatdı. Amma 28 yaşa gəlib heç vaxt etməyib, səhv və ya doğru heç vaxt da öyrənməyib. Belə də davam edib gedir. Qərar verə bilmir. Koftasında qərar verəməyən bir qız mən yanıma nə üçün gəlmişdi? Evlilik qərarını verə bilmirdi. Heç vaxt ona kofta seçimində belə izin verilməyibsə, evlilik kimi böyük bir qərar necə versin sizcə? Ya da olduğu iş yerində davam etsinmi, yoxsa çıxıb başqa bir işə mi getsin, qərar verə bilmir. Ona görə özünüzə qərar verməyə izin verin. Balaca-balaca. Səhv edin, səhv edərək öyrənin. Bu marketdə aldığınız bir məhsuldan tutmuş, dərslərdə edəcəyiniz səhvə qədər, müəllimə cavab verərkən edəcəyiniz səhvə qədər çox vaxt uşaqlar mənim yanıma gəlir performans qayğısı ilə müəllimin sualına cavab verməsi, sosial fobiya, özgüvənsizlikdə və s. olur bu. Məsələn, tələbə deyir ki, Lətifə xanım, mən sualı o qədər çox düşünürəm ki, beynimdə cavabına, mən verənə qədər zaten vaxt keçib gedir. Niyə? Birdən səhv deyərəm. Nə olar səhv desən, incəlinsin. Məsələn, biabır olaram, pərt olacam, utanacam, qızaracam, əlim ayağım əsəcək, uşaqlar güləcəklər. Deyəcəklər ki, sən bu cür bəsit bir şey bilmirsən. Bəlkə bu doğrudan bəsit bir şeydir. Mən bilmirəm, utanıram o sual verməyə. Amma nəticədə nə olur? Heç vaxt sual vermir. Bilmədiyi şey heç vaxt öyrənmir və özünü kilitləyir. Və bu tədqiqata görə də özünə şəfqət stressə qarşı qoruyucu təsir göstərir. Yəni özünü qiymətləndirmək və özünə şəfqət göstərmək tükənməni çox azaldır. Mikrofasilələr vermək, dərin nəfəs alıb vermək, o stresli vəziyyətdən çıxartmaq üçün pasientləri öyrədirik. Dərindən burundan nəfəs alırıq, biraz dururuq, ağızdan veririk. Dərin nəfəs alıb vermə texnikaları cürbəcürdür. Adətən mən saniyə ilə vermirəm pasiyentə. Deyirəm ki, ala bildiyin qədər al. Baxın, ala bildiyim qədər aldım. Dura bildiyim qədər dururam. Görürsüz, bayaqda nəfəs almıram. Dura bildiyim qədər durdum və dərindən nəfəs verdim. Bu nə üçündür? Bir, biz həkim olaraq bilirik ki, beynimizdə iki cür sinir sistemi var, simpatik və parasimpatik. Simpatik həyəcan, təşviş, sos rejimidir, amma parasimpatik rahatlıqdır. Məsələn, məndə indi parasimpatik sinir sistemi devrədədir. Əgər mən yatıramsa, sakinəmsə, söhbət edirəm, güvəndiyəm, hər hansı bir təhlükə yoxdursa, parasimpatik devrədədir. Parasimpatik devrədərkən ürək döyüntüm, temperaturum, rahatam, relaksam və təbii ki, onda frontal korteksi, yəni bizim o qərar vermə, düşünən beynimiz daha yaxşı işləyir, daha gözəl performans ortaya qoyuruq. Yəni mükəmməlliyətçi insan nə istəyir əslində? Çox gözəl bir performans ortaya qoymaq. Amma ya səhv edərəmsə, birdən səhv edərəm, mükəmməl olmaz, biabır olaram, ayda bunu düz eləyim deyə düşünəndə insanda nə baş verir? Həyəcanlandı. Bəli, ürək döyüntü artdı, stressdən adrenalin və kortizol ifraz olundu. Simpatik sinir sistemi devrəyə girdi. Simpatik sinir sistemi devrəyə girəndə nə olacaq? Ürək döyünür, temperatur yüksəlir. Mədə-bağırsaq sistemindən tutmuş hər bir şeyə qədər bildizdə, yəni simpatik sinir sistemi devrəyə girdisə, nə oldu? Amigdala tetikləndi. Amigdala isə bizim o travmaların olduğu, yuxunun, həyəcanın, gərginliyin olduğu bir beyindir bizə. Amigdala o anda lazım deyil. Bizə lazımdır frontal korteksimiz daha yaxşı işləsin ki, daha gözəl qərarlar verək və düşünə bilək, təfəkkür edə bilək.
Neyniyək onda bəs parasimpatik sisteminə bizə keçiş lazımdır? Ən gözəli dərin nəfəs alıb vermək. Niyə? Çünki mən ürəyim, indi yavaş dön, yaxşı desəm ürək döyüntüsü mənim kontrolumda deyil, bilirsiniz, qeyri-iradidir. Amma nəfəs mənim kontrolumdadır. Dərin nəfəs alıb verəndə belə bir siqnal gedir ki, məndə hər şey hal-hazırda qaydasındadır, güvəndəyəm, rahatam. Bax, nəsə bir problem olsaydı, məsələn, mənim dalımca bir it düşübsə, mən həyəcanla qaçıramsa, həm də belə nəfəs alacağam da, yəni səthi və tez-tez. Amma indi dərin nəfəs alıb verirəm. Peki ne de var? Mən Yani güvəndəyəm və hər şey qaydasındadır. Bu anlama gəlir. Ona görə o anda, məsələn, imtahan vaxtlarınızda həmişə tələbələrə tapşırıram. Dərindən nəfəs alıb verin, bu sizdə parasimpatik sinir sistemini aktivləşdirəcək. Prefrontal korteksi daha rahat işləməsinə səbəb olacaq, amigdala biraz daha geri çəkilmiş olacaq. İkinci məsələ, indi burada çox ondan zaman aramayacağım. Məsələn, rahatlama egzersizləri tapşırırıq. Əlini, ayağını yığ, aç, gözümü, boynumu, bütün, yəni saçımdan ayağıma qədər hər bir yer, bütün yəni əzələləri yuxarıdan aşağı yığıb açıb rahatlata bilirik özümüzü. Bu slaytda mən təcrübə və səhvə toxunmuşam. Yəni səhvlər bizim üçün uğursuzluq deyil, nədir? Öyrənməkdir, təcrübədir, adaptasiya mənbəyidir. Yəni hər düşüşüm yeni bir bacarıq üçün fürsətdir əslində. Hər bir səhvim. Ona görə səhvdən burada qoyduğum tədqiqata görə də görürsüz ki, səhvdən öyrənmə qabiliyyətini artırır insanlarda. Nə olursa olsun, böyük səhvlər belə, böyük xətalar belə bizdə yeni bir şey gətirib çıxarır. Hətta səhvlərinizi qeyd edin və daha sonra mən burada nə öyrəndim deyəcəksiniz və düzəldəcəksiniz. Hər kiçik təkmilləşdirmə birləşərək böyük performansı yaradır əslində. Yəni ki, bugün nəyi daha yaxşı elədim, bugün nəyi öyrəndim. Kiçik su damlalarına baxaq. Bunlar nəticədə onsuz da yığılıb böyük bir göl doldurmuş olacaq bizim üçün. Yəni hər gün 5 dəqiqə diqqət məşq eləsək, ki, hal-hazırda daha çox biz diqqətimizdən də əziyyət çəkirik. Həm də niyə əziyyət çəkirik diqqətdən desək, bir neçə səbəbinə toxunsam, yəni mükəmməl olmaq istəyirik, daha gözəl cavab verək dərslərimizdə və s. Amma deyəlim ki, məsələn, bir tələbə düşünün, TikTok videosuna baxır, YouTube-a baxır. Sürətli keçişlər, dəyişiklik, səs, aşırı rənglər, bunlar beyni o qədər oyadır ki, sonra mən bunları bir kənara qoyub kitab açanda durğunluq, rəng yoxdur, səs yoxdur, dəyişiklik yoxdur, hərəkət yoxdur. Beynim burada sanki ölür. Beyin burada çox sıxılır. Beyni onu öyrəşdirdikdən sonra buraya keçə bilmirsən. Belə düşünün. Məsələn, normalda bizdə dopamin ifraz olunur həzz aldığımız zaman. Ən çox cinsel münasibətdə və ya ləzzətli yeməklərdə ifraz olunur ki, bu təxminən deyirəm 3-5 qədər ifraz olunur. Amma böyük bir narkotik qəbul edən insanlarda 1000-ə qədər ifraz oluna bilir. İndi düşünün ki, TikTok bir tədqiqat nəticəsinə görə TikTokda beynimizin uyarılan yeri ilə narkotik qəbul edilərkən uyarılan yer eynidir. TikTok qəbul edərkən narkotik qəbul eləmiş kimi oluruq. Və orada beynimizdə süni illüziyalar və dopamin oldu deyəlim ki, amma bunu qoyduq, real həyata döndük, kitabı açdıq, dopamin yoxdur. Bunu mən biz nəyə oxşadıram? Rayondan Bakıya gələrkən təxminən 150 ilə gəlirik də, ortalama sürət götürək. Amma Bakıya girən kimi nə oldu? Düşdük 20-yə. İnsana elə gəlir ki, durdun, getmir maşın. Əslində maşın gedir, amma bayaqdan sürət də gəlirdi. Birdən sürət azalınca getmir kimi gəlir. Yəni bir tədqiqat var. Dərsdən evə gəlib də ekrana baxan tələbələrin ekrandan sonraki dərsə yönəlmələrində performans çox aşağıya düşürmüş. Yəni davamiyyətində də bizi əslində zədələyir, belə deyim ki, diqqətimiz və yaxud da belə deyim, beynimiz nəyə öyrəşib? Bir məlumat başlayır və bitir, papka bağlanır. TikTokda gördüklərimiz şeylər də papka bağlanmır beynimizdə. Açıq papkalarımız çox qalır. Ha, bu arada tələbəsiz məsələn buna toxunum. Deyəlim ki, siz oturdunuz dərs başına, amma beyniniz getdi başqa bir yerə. Buna diqqət edin. Aşiq olmusunuzsa beyniniz gedir, travma almısınızsa beyniniz gedir. Bitməmiş iş deyirik buna psixologiyada. Bitməmiş bir iş bilirsiniz nədir? Məsələn, deyəlim ki, bugün bir arkadaşınız sizə bir şillə vurdu. Döndü sizdə bir şillə vurdunuzsa, beyniniz buna deyəcək. Deyəcək, mənə bir şillə vurdu, mən də bir şillə vurdum, ağzını payım verdim, bitdi. Kapatır dosyanı, bitdi. Yəni, o mənə şillə vurmuşdu, mən də şillə vurdum, əvəzini verdim, bitdi. Bu yarım iş deyil. Amma bir arkadaşınız sizə şillə vursa, siz də utandınız, eyb yoxdur, ayıbdır, üzülər, mənə yaraşmır, hər hansı bir səbəbdən şillə vurmadınız.
Amma o burada durdu. O fırlanacaq oradan. Açıq qaldı. Ben şunu düşünür. Bu insan mənə şillə vurdu, amma mən şillə vurmadım. Biraz anormal misal oldu amma. E, Cavabını verməmişəm. O zaman bunu unutmayım. Burada dursun. Nə vaxtsa bunun cavabını verəcəm. O orada sizin üçün açıq papkadır. Məsələn, necə ki indi məndə PowerPoint açıqdır kompüterimdə. Açıqdırsa bu zaryadkadan aparır da. Zaryadka aşağı düşür. İstifadə etməsən belə. Telefonumuzda necə zaryadka azalır biz istifadə etməsək belə? Çünki proqramlar işləyir axı. Hətta bizə mesaj gəldi, aradakı falan filan proqramları istifadə eləmirsən, söndürmək istəyirsənmi deyə telefonumuzda. Beynimiz də belədir. İndi düşünün ki, keçmişdən atanızla, ananızla bağlı haqsızlıqlar yaşandı, bacı qardaşınızla bağlı, sonra məktəbdə, sonra müəllimlərlə, sonra tələbə qrup yoldaşlarınızla və s. Bunlar hər biri beyninizdə nə qədər açıqdırsa, o qədər çox bizdən zaryadka aparır kimi düşünün. Yəni diqqətimiz çox yayılır. Onları bağlamaq üçün bəzən psixoterapiyada onları bağlayacaq. Yəni oradakı travmalar işləyirik ki, o məsələlər bağlansın, bitsin və diqqətimizi fokuslaya bilək. Bəzən də bu da olur. Düşünün ki, 5 yaşınız var, atanız ananızı evdə döyür. 5 yaşınız var, real olaraq çarəsizsiniz, əlinizdən heç bir şey gəlmir. Diqqətinizi dağıtmaya çalışırsınız. Yəni ki, bir telefonla, bir oynayaraq, bir şeylə ki, yəni o evdəki şeyi eşitməyim. Bu problemdən qaçmaq üçün də, yəni uşaqsınız. Amma düşünün ki, bu davam etdikcə nə olacaq? Bilinçli bir şəkildə diqqətiniz dağılır artıq. Gəlir çıxırsınız 17 yaşa və s. abituriyentsiz və ya tələbəsiz artıq. İstəmirsiniz ki, diqqətiniz getsin, amma illərlə diqqəti dağıtmışdınız və artıq diqqətiniz dağılmağı öyrəndi və diqqətiniz gedir. Onda nə edirik? Yenə eyni şəkildə terapiyada gedib həmin travmatik prosesləri işləyirik, bitiririk, beyni rahatlatırıq, amigdala rahatlayır və prefrontal korteks rahat bir şəkildə işini görə bilir. Çox o tərəfə getdim deyəsən. Digər sayta geçsək, pratik balans texnikası. Yəni, gün ərzində iş, istirahət, özünü dəyərləndirmə, mikro bərpa vaxtlarını balansla bölmək. Yəni, mən lətifəyəm, bunu düşünməliyəm. Rollarım var, yəni. Mənim insan rolum, bacı rolum ola bilər, ana rolum, həyat yoldaşı rolum ola bilər, tələbə rolum və s. Çox rollarımız var. Bəzən tələbə olaraq düşünə bilirsiniz ki, sadəcə imtahanlar və tələbə roluna fokuslananda digər rollarınız yarımçıq qalır. Düşünün ki, məsələn, necə ki, mən sadəcə gözümü düşünməli deyiləm də, digər orqanlarım da var və hər birinin qidası olmalıdır. Ya da ki, 10 dənə uşağınız varsa, birinə hər gün kebab yedizdirib, digər 9-una acından öldürsəz, olmaz. Yəni, sadəcə tələbə roluma fokuslanmaq deyil, bu yıpratır. Həm də, məsələn, götürək burada Aydan. Aydan bunu deməlidir. Mən həm də insanam. Mən Aydan olaraq, insan olaraq, yəni nəyə ehtiyac duyuram? İdmanmı, hobimi, sosiallıqmı, karyerasımı, dinlənməsimi, valideynləri ilə zaman keçirtməkmi, arkadaşlarla zaman keçirtməkmi, artıq hər nə isə bunlara da zaman ayıracaq. Yəni balanslı bir şəkildə vaxtı bölərsinizsə, yəni nəfəs alma zamanları qoyarsınızsa özünüzə. Sanki içinizdə bir balaca uşaq var, içindəki uşaq deyirik ya buna psixologiyada. O nə qədər xoşbəxtdirsə, o qədər xoşbəxt olur, dərsə o qədər rahat yaxın. Bax, düşünün ki, məsələn, anasız, bir dənə balaca uşağınız var, 2 yaşında. Əgər onun qarnı toxdursa, paltarı təmizdirsə, sizi rahat buraxacaq da. Yəni, o acından ölürsə, ağlayacaq və siz başınız şişəcək, dərs oxuya bilməyəcəksiniz. Düşünün ki, qəlbinizdə də balaca bir uşaq var, bu sizin olsun nəfsiniz, ruhunuz. Bu uşağı doyurarsınızsa, o qədər sizi rahat buraxacaq. Doyurmaq deyəndə də sadəcə mədəsini doyurmaq nəzərdə tutmuram. Hər yöndən, mənəvi olaraq da doyurmaq, ruhunu da doyurmaq. Nə qədər onu görüb də mən buradayam, tamam, tamam. Ya da bəzən Aydan deyəlim ki, sabah imtahanı var, özünə bunu deyə bilər. Aydan, səni başa düşürəm, özünə şəfqət budur. Səni başa düşürəm, bax, hal-hazırda yuxun gəlir, yatmaq istəyərdin, amma dərs başındasan. Hal-hazırda bəlkə sən sosiallaşmaq, gəzmək istəyərsən, amma indi mən səninlə dərs oxumaq istəyirəm, sıxıcıdır bilirəm. Amma sənə söz verirəm, sabahki imtahanı ver, sabah sənə 2 saatlıq dinlənmək üçün zaman ayıracam. İstəsən yatar, istəsən alış-verişə gedərik, istəsən rəfiqələrimlə görüşək kimi. Anlayış və şəfqət. İkinci məsələ, indi və burada bu gün sıxıcıdır bunlar, bəli. Amma gələcəyinə yatırım yatırıram. Sənə söz verirəm ki, xoşbəxt olman üçün, sağlam olman üçün əlimdən gələn hər şey edəcəm və bu gələcəyimiz üçündür. Bax, çox gözəl bir Porsche istəyərsən, deyilmi? Məsələn, Porsche sürmək istəyərsən, nəinki 07, bəli. Porsche-ni necə əldə edə bilərik? Cərrah olsam, əməliyyatlar eləsəm, hər gün filan qədər əməliyyat eləsəm, özümə Porsche ala bilərəm. Tamam, cərrah olmaq üçün nə lazımdır? İşte məsələn, tibb universitetinə girmək və oxumaq. Tamam, o zaman yəni biz indi bu gün burada oxumaq, yəni nə edəcəksiniz bilirsizmi? Vəsilədən məqsədə keçəcəksiniz.
Bugün tibb universitetinə getmək bir vəsilədir, məqsəd deyil. Səbəbdir yəni, vasitədir. Sizi gələcəkdəki məqsədinizə aparan bir vasitədir. Ya da bu gün rezidenturaya hazırlaşmaq, rezidentura oxumaq, dərsə getmək, imtahan vermək. O anlarda sıxıcı gələndə qəlbimizə dönüb deyəcək ki, indi və burada bu gün bilirəm əziyyət çəkirsən, söz verirəm gələcəkdə bunun bəhrəsini yeyəcəksən. Ya da indi və burada bu gün imtahanın var ya da imtahan dövründəsən, tamam. Söz verirəm bitdikdən sonra sənə 2-3 gün dinlənmə sürəsi verəcəm. Söz verirəm 3 gün sonra səni konsert aparacağam. Səni filan şey alacağam kimi. Yəni balaca bir uşaqla anlaşarsınız ki, bax indi burada yeməyini ye. Söz verirəm yemək yedikdən sonra bu şokoladı verəcəm sənə, amma hal-hazırda açsan deyə şokolad olmaz. Anlayıram səni şokolad istəyirsən. Bizdən gəlmir kimi. Yəni sən başın çatmır, dəlisən, bilmirsən imtahan var. Niyə indi mənə problem çıxarırsan ki, belə danlayaraq deyil. Bax, yaşam koçunuz olacaqsınız özünüz özünüzün. Düşünün ki, indi bir fitnessə getmisiniz və bir hoca ilə çalışırsınız. Necə bir hoca ilə çalışmaq istəyirsiniz? İki cür hoca deyirəm sizə. Birinci hoca danlayaraq işləyir. Belə deyir. Yenə gecə kimisən, yenə dünən şokolad yedin, hə? Bu necə bir şeydir? Sən axı dedim ki, mükəmməl olmalısan, heç xəta etməli deyilsən. Niyə belə bir xəta etdin və s. və s. və s. kimi. İkinci hoca isə belə deyir. Dünən bir parça şokolad yemişsən, amma bir bütövünü də yeyə bilərdin. Amma sən bir parça ilə yetindin. Afərin sənə. Gələn həftə bu biraz daha azalacaq, sonra biraz daha azalacaq kimi. Ya da dünən yarım saat idman elədin, bu gün bunu 40 dəqiqəyə qaldıracağıq. Bu gün artıq 40 dəqiqə idman eləyəcək və belə-belə yavaş-yavaş bu 1 saata qalxacaq, saat yarıma qalxacaq və yəni bu gün ya da 2 kilo qaldırırsansa ağırlıq bilirsiniz də, yəni necə olur? Get-gedə 2 kilo yarım, 3 kilo, 5 kiloya doğru artıraraq gedəcək və daha yaxşı nəticə alacağıq deyə bilər. Hansı hoca ilə çalışmaq istəyirsiniz? Düşünün indi. Sizə o motivasiya verən, həvəsləndirən, inanan, güvənən, arxanızda durub sizi dəstəkləyənmi? Yəni və burada nə görə anlayış? Təməl psixoloji ehtiyaclarımız var, baxın. Zəruri. Birincisi anlayışdır. Yəni bu hoca məni anlayır, dəyər verir, hörmət edir, güvənir, arxamda dayanır və məni motivasiya edir. Bir də var ki, heyf sən həqiqətən desəm. Nə var burada? Anlamadım. Xəyal qırıqlığı, məmnuniyyətsizlik, ə, yetərsizlik aşılayıram, yəni sənə güvənmirəm. Qarşımdakı insan, yəni bu mənim övladımsın, özgüvəni yerlə bir olur. Özümüz də özümüzə belə davranmalı deyilik. Özümüz üçün mən sənə inanmıram. Başararsın. İnan. Ki bu yöndə bilirsiniz də ki, nə qədər tədqiqatlar var da, nəyə inanırıqsa onu yaşadığımıza dair beynimizə sanki əmr vermiş oluruq. Ə, Yenə buradakı bir tədqiqatda enerji idarəsi uzun müddətli performans üçün əsasdır. Yəni bıraxdım idarəli istifadə edəcək. Balans qururuqsa uzun müddətli performansımız davam edəcəkdir kimi düşünün. Yəni hər gün 10 dəqiqə planlama, 2 dəqiqə nəfəs fasiləsi, axşam ya da refleksiya eləmək, günü tamamlamaq və s. kimi. Digər məsələ duyğusal yük. İndi həkimik, tələbəsiz, rezidentsiz, nə olursa olsun, çox fərqli pasient hekayələri dinləyə bilirik. Bəzən gün ərzində özümdən götürüm, bir neçə tacizə uğramış pasiyentim ola bilir. Ölümlə qarşılaşırıq. Görəcəksiniz yəqin. Ekspertizaya, patanotomiyaya gedir. Gözümüzün önündə meydi yardıqları olur. Məsələn, bizdə də olmuşdu. Mən gözümün önündə bir kişini yarmışdılar və içəridən çölə çıxmağa müəllimlərimiz icazə vermirdi o vaxtı. Çünki dəhşət bir qoxu olur və çıxanda heç girə bilmirsən. Yəni içəridə bir şəkildə dəhşət də olsa dururduq, amma çıxsaq girə bilmirik. Aborta girdik deyəlim ki, ya da uşaq ölümünü görürük, doğuş. Çox şeylə həqiqətlər görürük. Reanimasiyadadıqsa ölümləri görürük ki, yəni görürsüz, mən də görmüşdüm. Bunlar bizə təsir edirmi? Bəli. Amma nə etmək? Bu emosional yükləri boşaltmağı bacarmaq. Nə şəkildə boşalda bilərsiniz? Biri ilə danışaraqmı? Bunu bir şeirə, hekayəyə çevirərəkmi, yataraqmı, dinlənərəkmi, isti bir duş qəbul edərəkmi, yürüyüş edərəkmi, çay içərəkmi, kofe içərəkmi? Hər kəs də bu individualdır. Məsələn, mən özümdən götürüm, mən yataram. 1 saat yatıram. Bəzən bir neçə pasientlə görüşürəm, sonra 1 saat yatıram, bu dinliyimi qurub qalxıram və sonra təkrar davam edirəm kimi. Və yaxud da mən bilirəm ki, mənə yürüyüş etmək ya da kimləsə görüşmək ya da biz özümüzü supervizorlarımız olur, ara-ara özümüzə psixoterapiya alırıq. Yəni biz həkimləri buna ehtiyac duya bilirik. Əsasən də seçdiyiniz ixtisas və ya hal-hazırda getdiyiniz fən ağırdırsa, yəni onkoloji xəstə ilə işləməklə, məsələn, necə deyim, estetik cərrahiyyədə işləmək eyni deyil təbii ki. Travmatologiyada işləmək, bir uşağın qolunun, ayağının qopub gəldiyini görməklə və yaxud da
Lor olub da, yəni sadəcə qulaq burun boğazdakı kiçik problemləri görmək eyni deyil. Hər fəndə fərqli şəkillərdə təsirlənə biləcəksiniz. Burada gələcəkdəki ixtisas seçimi adına da özünüzü tanıyın. Orada özünüzü görürsünüzmü? Bu sizə necə hiss etdirir? Bir 30 il, 40 il bu mövzuda problemi yaşayan pasientlə görüşə bilərəmmi deyə düşünməmiz lazım gəlir. Düşünsəniz, yəni bir ömür bu şəkildə məsələlərlə qarşılaşacaqsınız deməkdir bu. Məsələn, mən psixoterapiya ilə məşğulamsa bu nə deməkdir? Bir ömür mən tacizə uğrayan pasientləri görürəm, xəyanətə uğrayan pasientlərlə işləyirəm. Performans qayğıları, obsessiv kompulsiv pozuntusu, həyəcan təşviş pozuntusu, panik ataklar və sairələr. Yəni bununla bir ömür işləyəcəm deməkdir bu. Qaldıra bilmirəmsə işləməməliyəm. Və yaxud da bizdə belə bir şey var. Deyəlim ki, bir həkim eşcinsəlliyə qarşıdırsa, eşcinsəl bir pasient qəbul etməli deyil. Kimi? Yəni empati duyamayacağımız, sempati də duyamayacağınız bir pasientlə də işləmirsiniz o zaman. Məsələn, mən ilk bir psixiatr hocam var idi. Pasient gəldi, narkomaniya ilə gəlmişdi. O narkomaniya ilə müraciət edənləri tamamilə sadəcə narkomaniya ilə məşğul olan psixiatra yönləndirirdi. Əslində psixiatr da asılılıqlarla istəsə məşğul ola bilər, tərcih etmir. Pasient öncədən gəlib ödəniş eləyibsə belə, pasientin ödənişini verər və göndərər. Deyir ki, mən məşğul olmuram, aşağıdan denən sənə ödənişi verəcəklər. Öncələr anlamadım, sonra çox sayğı duydum. Anladım ki, niyə belə edir və yaxud da şəxsiyyət pozuntusuyla görüşmək istəmirdi. Qəbul etmirdi məsələn. Yəni özümüzün müəyyən sərhədlərimiz olur. Mən nəyi qəbul edə bilirəm, nəyi qəbul edə bilmirəm. Bu sərhədlər də sizi bu burnoutdan qorumuş olur həm də. Yəni qısa fasilələr vermək, gün ərzində nə qədər pasient qəbul edə bilirsiniz ya da gün ərzində nə qədər kitab oxuya bilirsiniz, sınırınızı aşmadan. Buna diqqət etmək. Məsələn, mənim yanıma tibb universitetindən bir pasient gəlmişdi, Almaniyaya hazırlaşırdı. Mən o qıza dedim, yəni ən son ki, getməmən daha uyğundur. Çünki qızın xarakteri 9 mizac qız idi. 9 mizaclar rahatlığına çox düşkün olurlar. Daha biraz belə bir pandaya oxşadın da heyvanlardan. Panda necə olur? Belə bir sakin, yavaş, tənbəlliyə meyilli. Burdaykən belə üçlən oxuyur və çox çətinliklə oxuyur. Amma Almaniyaya getmək üzərində illərdir kurslara gedir. Ya zorlama da, yəni bu sənin zəkanı, sağlığını, yuxunu, gücünü aşırsa, qaldıra bilmirsənsə, qaldıramayacaq yükü altına girməmək. Tamam, sən Azərbaycanda oxu, yəni getmə, əgər qaldıramayacaqsansa, Azərbaycanda qaldıra bilmirsən, Azərbaycanda kəslə-kəslə oxuyursansa, Almaniyada heç qaldıramayacaqsan kimi. Yəni bəzən bizim özümüzün öz gücümüzü bilib ona uyğun hədəflər qoymağımız lazımdır ki, özümüzü zorlamayaq. Məsələn, tısbağadan ceyran kimi qaçmasını gözləyə bilərikmi? Ceyranın hədəfi qədər tısbağaya hədəf qoya bilərikmi? Xeyr. Məsələn, mən bu qıza dedim ki, bax, Azərbaycanda qal və burada rahat işləyəcəyin sahə seç. Hansı sahə sənə çox rahatdırsa, hansı sahədə gecə növbəsi yoxdursa, məsələn, sən bir təcili yardım həkimi ola bilməzsən ya da ki, cərrah. Sənin üçün məsələn nə olar? Bu göz həkimi ola bilər, tutaq ki, ambulatoriyada işləmək onun üçün kolay ola bilər. Səhər 9-dan 4-ə qədər işləsin, 4-dən sonra evdə olsun və yatsın. Yuxuya çox ehtiyac duyan bir bədəni var idi. Hashimotosu var idi, şəkər əməkliyi var və s. və s. Yəni bəzən həkim biz o vaxt birinci kursda yəqin bilmirəm sizə deyiblərmi, idman dərsi keçəndə idman müəllimlərimiz bizə tibb universitetində dedilər ki, sizə indi elə belə gələ bilər idman dərsi, amma düşünün ki, siz təcili yardımdasınız, sizi pasient çağırıb 9-cu mərtəbədə lift işləmir. 1-dən 9-a qədər tez-tez qalxmalısınız. Qalxın, hadi bakalım. Yəni biz həkimlər həm də buna baxmalıyıq ki, məsələn beyin cərrahları olsun tutaq ki, gün ərzində bir əməliyyat 5 saat, 6 saat çəkir. Bir beyin cərrahı olmaq istəyən bir insan düşünməlidir ki, 5 saat ayaqüstə dura bilirəmmi mən? Məsələn, 5 saat mən diqqətimi fokuslaya bilirəmmi? Əlim əsmədən davam edə bilirəmmi kimi? Yəni biz kapasitemizə baxaraq davam etməliyik, özümüzü zorlayaraq deyil. Uzatmayım. Uzun növbətçilikdə beyin enerjisi, resursları tükənir təbii ki. Nə qədər uzun müddətli növbətdəyiksə, o qədər fokus azalır, empatimiz azalır. Yəni bu benzinə azalan maşına bənzəyir əslində. Və yenə bu orada işarət etdiyim tədqiqata görə yuxu çatışmazlığı frontal korteks funksiyasını zəiflədir. Tələbələrin etdiyi ən böyük səhvlərdən biri gecələr oturub dərs oxumaq. Mənim bir tələbəmin üzərində mən bunu gördüm. Hər şey çox yaxşı qaydasındaykən bir həftə sonraki seansımızda qız dedi ki, Lət baxım, hərflər gözümün önündə oynayır. Hər şey o tərəf bu tərəfə gedir və mən görə bilmirəm. Yazıları düzgün oxuya bilmirəm. Nə baş verdi dedim. Bir həftədə nə etdin sən?
Qız dedi ki, Lətfə xanım, imtahan az qalmışdı. Mən də gecə saat 5-6-ya qədər dərs oxudum. Çox nahaq yerə biz tibbdə siz nəyi bilirsiniz? Melatonin axşam 9-da ifraz olunur. Yəni bizim bir sirkadiyen diyet deyirlər, hətta yəni bir biolojik ritmimiz var da bizim. Bu ritmə uyğun olaraq biz elə yaradılmışıq ki, axşam 21:00-da melatonin ifraz olmaya başlayır. 23:00-da melatonin ifrazı pik həddə çatır. Axşam 3 tamama qədər pikdə olur. Ona görə də bütün psixiatr, nevroloq, kardioloq, ümumiyyətlə bütün həkimlər pasientlərinə uyğun görür ki, axşam yuxu dərmanı yazanda 22 və ya 23:30-da yazırlar və deyirlər ki, 23:00 yatağa girəcəksən, yatacaqsan. 23:00-dan 3-ə 4-ə qədər yuxuda ol. Və bilirsiniz ki, testosteron nə vaxt ifraz olmaya başlayır bizdə testosteron və kortizol səhər 5-ə doğru. Bu nədir artıq? Yəni bədənə, beynə siqnal gəlir ki, oyan, artıq səhərdir, qalx. Yəni tələbəsiz, dərs çoxdur deyəlim ki, axşam 11 və 3 arasını 5 saat yuxuya verin. Geri qalanını oyaq qalın, tamam. 3-dən qalxın, 4-dən qalxın. Səhərə qədər oxuyun. Amma gecə 3-ə qədər dərs oxuyun. Mənasız su üstünə yazı yazmaq kimidir. Niyə? Çünki oxuduğumuz dərslər axı uzun müddətli yaddaşda qeyd edilməlidir. Uzun müddətli yaddaş harda olacaq? Yəni beyin yuxuya getməli, dərin yuxu fazaları, REM yuxu fazaları və sair hamısı qaydasında davam etməlidir ki, öyrəndiyimiz uzun müddətli yaddaşa keçsin. Və bu yuxu çatışmazlığı nə oldu? Bax, burada da gördüyünüz tədqiqatdakı kimi frontal korteks funksiyası zəifləyir. Yəni qərar vermə mexanizmimiz, planlama mexanizmimiz təbii ki, zəifləyir orada. Və duyğular təkcə emosional bir hal deyil, yəni diaqnostik siqnaldır bizim üçün. Qorxu barədə, təhlükə barədə bizə xəbər verir, gərginliklə həddən artıq yüklənmişiksə bunu göstərmiş olur əslində. Yəni biz duyğularımızı tanımalıyıq. Hal-hazırda nə hiss edir? Azərbaycanda bir də mən ən çox bunu görürəm. Gələn pasientlərimdə də çox insan duyğularını bilmir. Biz ən çox nə bilirik? Sevinc, əsəb. İki dənə duyğu Azərbaycanda çox işlənir. Uzaq başa 3-4 dənə artıra bilərəm. Məsələn, xəyal qırıqlığı yaşadım, üzüldüm, acı çəkdim. Amma əslində bunu deməliyik. Məsələn, mən ə, ayrılıq acısı mı çəkirəm ya da çarəsiz hiss elədim, yetərsizmi özümü gördüm, əksikmi hiss etdim, xəyal qırıqlığı, məyus oldum, atam məndən məmnun olmadımı, buna görəmi mən üzüldüm. Amma bəzən burada sadəcə mexanik getsək, ancaq əsəb duyğusu qoyuruq ortaya. Digər bir məsələ özünü tənzimləmək. Yəni rezidentlərdə ən kritik bacarıqlardan biridir. Stress altında biz özümüzü tənzimləməyi bilməliyik ya da imtahana giririksə, bayaq dediyim kimi ya dərin nəfəs alıb verməkmi, tənəffüsü yavaşladaraq dizdə bayaq dediyim kimi parasimpatik sisteminə keçiş eləmək, mikrofasilələr vermək. Bunlar hamısı frontal korteksin fəaliyyətini bərpa eləyir, rahatlatır bizi. Yəni o anda bir çay içməkmi, bir yürüyüşmü? Yürüyüş də eyni şəkildə bilirsiniz, 15-ci dəqiqədən sonra serotonin və dopamin ifraz olunurmuş və buna görə hətta bir neçə tədqiqat var ki, sadəcə yürüyüşlə məşğul olan insanlarda belə sadəcə antidepressan qəbul edən insanlardan daha yaxşı olub. Vəziyyət daha da yaxşılaşırlar. Niyə? Çünki yürüyüşdə bu neurotransmitterlər onsuz da təbii olaraq ifraz olunmuş olur. Sualları olanlar yazsınlar, 1-2 dəqiqə cavablayacağam. Yəni beynimizi qızan bir telefona bənzətsək, bəzən mən qaynayan qəfədana bənzədirəm. Error verir artıq. Nə qədər dinləndirsək, arada bir tokdan çıxartsaq, o qədər daha yaxşı işləyir təbii ki. Və yanlış etməməliyəm təzyiqi, səhv etməyim, səhv etməməliyəm, səhv etməliyəm, mükəmməl olmalıyam desəm, məsələn, bu nə oldu? Həyəcan, təşviş artdı məndə, narahatlıq artdı, nə oldu? Kortizol qalxdı, adrenalin qalxdı, nə olacaq? Simpatik sinir sistemi gərginləşdim, amigdala tetikləndi. Bu yuxunu pozur, iştahı pozur, cinsel istəyi pozur, funksionallığı pozur, frontal korteks dumanlandı artıq. Yəni elə bir ki, maşın sürürdüm, yağışlı havada getməyə bənzədir bu. Yəni yağış o qədər güclü yağır ki, artıq mən önümü görə bilmədim. Yəni frontal korteksi dumanladır sanki. Rahat fokuslanmanı daha da zəiflədir. Yəni bir qısır döngəyə girir əslində burada tələbə. Məqsədiniz mükəmməl olmaq əldə etmək ikən həyəcandan daha da özünüzü bloq etmiş olursunuz. Daha çox səhv etmiş olursunuz. Yəni burada bir əlinə bənzətmişik. Yəni nə qədər sıxsan səs-küy o qədər çox pozulmuş olur. Əslində bu həyəcan təşvişi beyni bilirsiniz nəyə bənzətdim? Bir orkestra bənzətsə, hansısa bir alətin heç səsi çıxmasa ya da hansısa bir alətin digərlərinə nisbətən səsi daha çox çıxsa, musiqini pozacaq.
Musiqi ritminin gözəl olması üçün bütün alətlərin çıxarması gərəkən qədər səs çıxartması lazımdır. Ona görə biz amigdalanı burada tetikləməli deyilik. Və şəfqət. Aktiv peşə davranışıdır əslində. Yəni pasientlərimizə anlayacağıq, duyacağıq, anladığımızı bildirəcəyik, amma e, əslində bu nədir? Soyuq otaqda bədənə qoyulan yüngül bir yorğan kimidir. Yəni ağırlığı azaldır, istiliyi böyükdür, təmasdır, güvən verir. Amma biraz pis misal olacaq. Bəzən biz həkimlər unitaza bənzəyik. Sanki insanlar oraya bütün ağrılarını, problemlərini boşaldır. Amma arada bir bizim sifon çəkməyimiz lazımdır. Hər kəsin sifon çəkmə yöntəmi də bir fərqlidir. Yəni bizi bir həkim olaraq, bir tələbə olaraq ya da sizi nə rahatlatır, nə dinləndirir. Bəzən sevdiyimiz bir insanla qucaqlaşmaq, bəzi insanlar sevgili fiziksel təmasdır. Bəzən sadəcə yürüyüş etmək, təbiət, bir heyvanla zaman keçirtmək, bir hobimizə zaman ayırmaq, sadəcə duş almaq, yatmaq, gözəl bir yemək yemək, özümüzlə baş-başa qalmaq, sadəcə sevdiyimiz, bəyəndiyimiz üçün hansısa bir kitabı oxumaq kimi. Sərhəd qoymaq. Əsasən biz həkimlərdə bəzən pasientlər çox sərhəd pozuntusu eləyə bilirlər. Yəni gecə yarılarında zəng etməkmi deyim, çox fazla suallar verməkmi deyim, ya da tələbəsiz. Əgər ki sərhəd qoymasaz, hansısa sizi yoran məsələlər, bu istir TikTok olsun, istir sosial media olsun, istir hansısa gərəksiz yazılar və sairələr olsun, çox yıpradır insan. Davamlı xidmət göstərmək istəyiriksə, davamlı oxumaq, özümüzü inkişaf etdirmək istəyiriksə, bəzi münasibətlərə, insanlara, şəxslərə sərhəd qoyacaq. Yəni qapının kilidi necə ki e, evə sevgisizlikdən qoyulmur da, evin içindəki istiliyi qorumaq üçün, evin içindəki insanları qorumaq üçün qoyulur. Eyni şəkildə beynimizin də bəzi məsələlərinə, məsələn mən evdəkilər bilirlər, mən yoldaşıma tapşırmışam ki, mənə ölüm xəbərləri vermə. Lazım deyil. Yəni bəzən o tez-tez, bilsən yoldaş da bizim universitetdə kafedən müdürüdür. Bilsən filan müəllim ölüb. Bilsən filan kəs öldü. Yəni mən bu müəllimin hüzuruna gedəcəmmi? Nəsə bir şey edəcəmmi? Etməyəcəmsə, mənə bu məlumatları vermə. Lazım deyil. Yəni, mən benim ölüm məlumatları almaq istəmirəm. Yəni əlavə məlumat da əlavə bir yükdür. Verməyin mənə. Mən sevmirəm bu cür xəbərlər. Bu hansı bir travmam var dedi. Sadəcə olumsuz bir məlumat və gərəksiz bir məlumat almaq istəmirəm. Məni motivasiya edəcək hansısa bir xəbərim varsa, buyur ver. Yoxsa sağ ol. Ya da məsələn, bəzən bizdə e, nənə-babalar xoşlayırlar Xoşqədəm və Zaurun verilişlərini. Məsələn, mən tövsiyə etməzdim. Niyə? Diyelim ki, oradakı hansısa problemlər var. Siz əgər bu problemləri həll edəcək bir mütəxəssissizsə ya da iş adamısınızsa, oraya pul yatıracaqsınızsa, deyə bilərsiniz ki, bir də baxım görün, bu gün cibimdə 5000 dollarım var. Baxım görün bir dənə kör çıxarıblarsa bu verilişə, pul göndərin, bunu əməliyyat edeyim deyirsinizsə, baxın və göndərin və edin. Ya da bir həkim kimi baxın bu gün mən bir dənə zəkat və sədaqə vermək istəyirəm. Bu gün baxın bu verilişə bir dənə buradan pasient seçim. Bunun üçün Allah rızası üçün bir şey edin. Deyirsinizsə tamam. Amma sadəcə baxım üçündürsə bu bizə nə qazandıracaq? Dünyamıza və ya axirətimizə? Heç bir şey. Sadəcə vay 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 yazıq yazıq yazıq. Nə oldu? Sərhəd qoymadıq. Aşırı empati qurduq və aldıq onun da acısını qəlbimizə. Vay 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 vay. Bu bizi çökdürür amma əlimizdən orada gələn bir şey yoxdursa mənasız olur oradakı o üzüntülər. Burada birazcık saxlamaq istəyirəm, dayanmadan danışmışam deyə. Biraz suallara cavab verim, sonra yenə müəyyən qədər davam edəcəm. Slaydı çox təşkil. Bax, burada mükəmməlliyətçilik mövzusu idi, deyə mən də mükəmməl olmaya çalışıb slaydlar həddən artıq çox eləmişəm. Doktor, çox təşəkkür edirəm. Çox mükəmməl bir nitqiniz var idi. Həqiqətən də mən də çox maraqla qulaq asdım. İstəyirsən mən sualları oxuyum, Yox, siz mən cavab oxuyaram. O cür yorucu olar. Özüm oxuyaraq gedəcəm, narahat olmayın. Bir statusdan alan dırdırı uşaqlarda disiplinli olmada faydalıdır. Sizin buna münasibətiniz. E, Balans dedim ya bayaq. Məsələn, yemək bişiririk, bir çay qaşığı duz tökürük. Bir kilo duz tökərəksə o yemək yemək olmaz. Bir ananın təbii ki uyarısı olacaq, yönləndirməsi olacaq, yol göstərməsi olacaq, öyrətməsi olacaq. Amma bir ana dayanmadan eyni stildə dırdırla davam edərsə, dayanmadan hər gün məsləhətlər, hər gün danlamalar, bu bezdiricilik və yıpratıcılıq olur artıq. Yəni balansda oğlum dərsə bax, oğlum falan şey oldu,
kimi. Təbii ki, anayıq, mən də anayım. Yəni, deyirəm yəni, Əhməd, başlayırsan dərsə, balam, kimi. Amma çox o sualla verirəm. Çünki əmrlə verdiyimiz zaman belə də deyə bilirlər. Başlayacağam da, yəni sanki mən düşünmürəm, mən məsuliyyətsizəm, mənə güvənmirsən. Belə bir sual yarana bilər içlərində. Birazcık üslubda diqqət etmək. Mükəmməliyyətçi kimi qiymətləndirə bilərikmi? Hə, bəzən bəli. Yəni baxın, psixologiya fizikadan fərqlidir. Fizikada, riyaziyyatda 2 dənə 2 4-dür. Bax, bütün dünyada 2 dənə 2 4 eləyir. Amma psixologiyada individual baxırıq. Hər bir şey mükəmməliyyətçilik deyil və yaxud da hər mükəmməliyyətçiliyin altdakı səbəbi eyni deyil. Birində otoriter valideyndir, birində kontrolcu valideyndir, birində məmnun olmayan valideyndir, birində özü yetərsiz olan valideyndir, birində yəni professor olan valideynkən, digərində də fəhlə olan və övladın professor olmasını istəyən valideyn. Yəni o qədər çox çeşidli səbəblərdir ki, hər pasientdə özünə məxsus. Yəni biz tibbdə nə deyirdik? Xəstəlik yoxdur, xəstə vardır bizim üçün. Yəni biz fərdə və şəxsə baxırıq. O nə yaşayıb ki, belə olub baxırıq. Məsələn, mənim əlini yuyan pasiyentim var ki, 100 dəfə ə, atasının bipolyar pozuntusu var idi. İntihar düşüncələri vardı. Ana tapşırır ki, mən işə gedirəm. Bax, ehtiyatlı ol, atan özünü öldürməsin. Qız uşaq atasını nə qədər qoruya bilər? Ata iplə özünü evin altına asır və öldürür. Qız deyir ki, mən atamı qoruya bilmədim. Mən bıçaqları yetəri qədər yığışdırır gerçi bıçaqları, amma ağlına hardan gələr ki, ata özünü asar. Dayanmadan əlini yuyurdu. Mən kirliyəm, mən təmiz deyiləm, mən qoruya bilmədim deyə. Amma əlini yuyan başqa bir pasiyentimdə atası anasını döyür dayanmadan. Çaresizdir, kontrol edəmədiyi bir durum var. Ata-ananı döyür, bundan məmnun deyil, amma dəyişdirə bilmir. Onu dəyişdirəməyincə bunu dəyişdirir. Əlinin kirini sanki dəyişdirə bilər kimi deyə düşünərəkdən dayanmadan əlini yuyur. Digər bir pasiyentim tacizə uğramışdı. Aşırı dərəcədə əlini yuyurdu. Bir başqa pasiyentim anası nevrotik idi. Onunla yaranmışdı. Bir digər pasiyentim məsələn əlini yuyan atası narsist idi, yetərsizlik aşırılırdı dayanmadan burnuna yaramışdı. Yəni ki, bir əl yumaqda belə ki, bu da mükəmməliyyətçilikdən perfeksionist insanlarda yaranır. Altındakı səbəb yüzlərlə anlata bilirik. Düz deyirsiniz, mənim oğlum da elədi. TikTokdan sonra dərsə baxım, oğluma buna qarşı məsləhətiniz nədir? TikTokdan sonra baxmasa daha gözəl olar təbii ki. Bir də ceyran kimi qaça bilib tısbağa kimi yeriməyə tərcih edənlər var. Bəli, düz deyirsiniz. Yəni insan heyf deyir yəni bəzən. Heyf. Və bu dövrün Z nəslinin, Z kuşağının imtahanı işte budur. Nədir? Bax, məsələn, bizim övladlarımızda dövründə bütün nemətlər önlərindədir, amma sosial media kimi bir nəfsi cəlb edən bir şey var. İndiki dövrdə bizim imtahanımız budur. Yəni o sosial media bizi oradan əjdaha kimi çəkir özünü, biz oradan uzaq durub dərsə yönəlməliyik. Amma bizim dövrümüzdə isə məsələn internet yox idi, maddi sıxıntılar, onlarla bərabər biz oxumalıydıq. Bizim imtahanımız maddi sıxıntılara tab gətirmək idi. Ya da 41-45-dəkilərin daha çox. İndiki nəslin imtahanı bəli TikTokdan nəfsin istəyindən soğan olsun, nağd olsun məsələsi var ya. İşte bu soğan olan ləzzəti buraxıb gələcəkdə nağd deyə də nissi olan amma gələcəkdə yəni cərrah olub. Mən oğluma bəzəndirim. Yəni Əhməd, Porsche sürmək istəyirsən gələcəkdə. Tamam. O zaman gedin də oxu kimi. Hmm. İlk başda vurğuladığınız tənqid edən iç səsimizi necə idarə edə bilərik və daha pozitiv bir hala gətirərik? Təşəkkürlər. Bir, terapiya və sağalma fərqindəlikdən başlayır. Ən birincisi bunun fərqində olmaq. Mənim belə bir səsim var imiş. Məsələn, belə düşünün. Koftam cırılıb. Görmürəmsə, fərqində deyiləmsə, cırıq olaraq da qalacaq. İkinci məsələ nədir? Görmə, cırılıbmış. Qəbul etmək. Cırılıb, bunu qəbul eləyirəm. Və ən gözəl necə həll edə bilərəm? Yöntəmə baxmaqdan sonra ən yaxşı alternativ. Burada nə edirik? Öncə fərqində oluruq. Sonra bunu deyirik. Məsələn, bu mənim mamamın koftası olsa. Fərq etsəm bunu deməliyəm. Mən belə bir kofta giymişəm. Niyə? Hmm. Mamam həmişə belə giyinərdi. Mamam belə giyinməyimi istəyərdi. Mamamdan belə gördüm ki, giyinirəm. O zaman bu lətifə deyil, fazilədir. O zaman mən fazilənin koftasını çıxarıb, öncə bir lətifəni kəşf edəcəm ki, lətifə nə rəng kofta istəyir, necə bir kofta istəyir və sonra onu alıb giyinəcəm. Mən lətifə olmayı tərcih edəcəm. Bu bir film var idi. İki dənə təmizkar bacıdan gedirdi Türkiyədə. Masumlar Apartmanı. Masumlar Apartmanında Safiyə ilə Gülbən miydi? Gülbən miydi? Neyse işte bazının adı yadımdan çıxdı. İki təmizlik xəstəsi olan qız hani analarından belə götürmüşlər ya daha sonra o qız anası kimi geyinirdi və anası kimi saçını yığırdı və terapiya aldıqdan sonra öz stilinə keçdi, saçını kəstirdi və geyim stilini dəyişdirdi. Bax belə düşünün. Öz geyim stilinizi və öz saç stilinizi seçəcəksiniz. Fiziksel belə bir nümunə verirəm amma daxildə də belədir.
Öz ünsiyyət tərzinizi quracaqsınız özünüzlə. Yəni hələlik bu səs gələndə deyəcəksiniz ki, sus, kəs səsini, dur artıq, əl çək. Düşünün ki, məsələn, maşın sürürəm. Radioda bir erməni mahnısı verirlər, tutaq ki. Sevmərəm mən, dinləmək də istəmirəm. Amma mən o radionu bomba qoyub partlada bilmərəm, susdura bilmərəm. Amma mən nə edə bilərəm? Maşınımda onu ya söndürərəm, ya da kanal dəyişərəm. Yəni bəzən beynimizdə bu iç səs danışanda kanal dəyişin. O anda geçirəm başqa bir şey. Aa, bugün ne yemiştim? Ne yemeğe tapmıştım? Bu yemeğe hasar kadar bilinçli bir şekilde değişeceksiniz. Bir neçə dəfələr dəyişdikdən sonra yavaş-yavaş vərdiş yaranır onsuz da. Yəni buradakı texnikalar bir fərqində olmaq, iki terapiya alıb terapiyada bunu çözmək, üç öz-özünüzü həll edirsinizsə stop. Yəni bəzən hətta o səsə qışqırır da kəs, bit, dayan artıq, bəsdir. Dayandırırıq. Sanki bu əvvəlki bayaq 2 dənə trener misalı vermişdim. Bu trenerlə məşğul olmursunuz, deyirsiniz ki, sağ ol. Sənin üslubun mənə xoşuma gəldi, mən də başqa birinə. Ya da məsələn saç ustama getsəm mən. Necə ki, biri bu gün kəsər saçımı, xoşuma gəlməsə, gələn dəfə onun yanına getməyəcəm də. Başqa bir saç ustası tərzi eləyəcəm. Deyəcəm ki, ya sənin saç kəsmə mənə xoşuma gəlmədi. Yəni buna da sanki deyirsiniz ki, sənin danışıq tərzin mənim xoşuma gəlmir. Sus, dayan. Səninlə yol almıram. Başqa bir yaşam koçu seçirsiniz özünüzə kimi düşünün. Tək başına baş edəməsəz buradayam, gəlin. Dərs oxumamaq üçün digər baş verəcəyindən qorxduğumuz şəxsi şeyləri düşünməmək üçün nə etmək olar? Sanki o şey baş verəcək və ona görə də indi dərs oxumaq kimi faydalı bir şey eləməyin mənası yoxmuş kimi. Həyəcan təşviş pozuntusunda olur bu. Məsələn, e, ya sevdiklərimin başına bir şey gələrsə, ya mən başıma bir şey gələrsə, bu ehtimal mən zaten öləcəm, yaşamayacağım. Ya anam ölərsə, ya atam ölərsə, o zaman zaten həyatın mənası yoxdur. Niyə yaşayıram ki? Niyə oxuyum ki? 5 il sonra öləcəmsə, indi burada, niyə 5 il tibb universiteti üçün əziyyət çəkim ki, zaten mənasızdır. Depressiv durumdadırsa bir insan, həyat onun üçün mənasızlaşıbsa, ağ-qaradırsa artıq, rəngləri görmür. Koronavirus olduz yəqin. Koronavirusda necə idik? İyi bilmə, dad bilməkdir də. Yəni gözümü yumum, ağzıma bir şey qoysam, mən də məsələn tam bitmişdi, itmişdi daha doğrusu. Mən sadəcə deyə bilərdim ki, bu bərkdir və ya yumşaqdır. Amma nə olduğunu, palçıq, zəhər ya da çörək nə verirsə verir mənə heç bir fərq bilmirdim. Depressiyada olan insanları mən buna bənzədirəm. Həyatdan zövq almır və ya həyəcan təşviş pozuntusu olan, panik atak tutmaları olan insanlarda o zaman terapiya alıb bunun üzərinə gələcəksiniz. Mənalı olduğu zaman, yəni, ya da belə düşünün. Özünüzü nə qədər sevirsinizsə, sevdiyimiz bir şeyə yatırım yatırarıq da. Məsələn, olsun, bu tutaq ki, məsələn, qızıl üzüyüm. Bunu çox sevirəm. Bir qaşı düşərsə buna yatırım yatıraram. Apararam bunun qaşını falan düzəldərəm məsələn. Çünki bu mənim üçün dəyərlidir. Amma bu bir büşteri olsaydı, qaşı düşsəydi atardım gedərdi. Yəni qaş düşmüş bir büşteriyə nə edirəm ki, yəni brilliant olduğu üçün dəyər verirəm. Yəni özünüzü bir brilliant kimi dəyər verirsinizsə, o zaman öz gələcəyinizə, sağlamlığınıza, dinləmənizə yatırım yatıracaqsınız. Amma özünüzə dəyər vermirsinizsə, yatırım yatırmayacaqsınız. Bunları da sorğulayın. Özümə dəyər verirəm, özümü sevirəm. Biz doktor dediyiniz beynimizdə açıq, yarımçıq qalan mövzuları necə bağlaya bilərik? Hər zaman dərs oxumaq, fokuslamaya çalışanda ağlıma gəlir. Bəli, bütün travmatik şeylər ağlımıza gələcək. Samsung telefonlarda necə ki donur deyə arada. Və sonra donmalar olur. Ən ağır halları nədir? Donursuz. Depersonalizasiya və derealizasiya olur. Bu nə deməkdir? Psixiatriyada olan terminlərdir. İnsanın özünü ətrafa yadlaşmış kimi hiss etməsi və ya özünü kənardan izləyirmiş kimi hiss etməsi. Biraz sonra da dissosiasiya parçalanırsan. Biz nə oxşadım? Məsələn, tacizə uğrayan bir qız düşünün. Taciz anında diqqəti orada olarsa nə qədər acı çəkər. E, O qədər acı çəkməməsi üçün beynində özünü sanki bir əslində meşədədir, ağacların arasında yürüyüş eləyir ya da əslində dənizdədir, çimir kimi xəyal eləyə bilir. Yəni beyni atır da yəni başqa bir yerə ki, acını çox çəkməsin. Bəzən amma belə acı çəkərkən bayaq dedim ya da 5 yaşında uşaqsız ata-anamız dalaşır, diqqətinizi apardınız başqa bir yerə. O anda effektivdir, amma maalesef bu bir ömürlük hala gələ bilər. Vərdiş halına gələ bilər. Nə edəcəksiniz? Burada ən gözəl terapiya almaqdır. Terapiyada bunları həll edirik. Ya da yox terapiya ala bilmirəm deyirsinizsə, ən azından yazı terapiyası, yazı yazmaq. Yəni bunları yazın, sonra cırın, yandırın. Atın. Yəni ən azından yazıya tökülsün, yəni somut bir şey. Yəni o anda ağlaya bilirsiniz, pis hiss eləyə bilirsiniz, amma müəyyən qədər onu düşünmək, həll etmək və sonra bitirmək. Məndə belə bir xüsusiyyət var. Eyni vaxtda hər şeylə məşğul olmaq istəyirəm. Məsələn, həm dərs, sosial həyat, idman, rəsm və hamısında da uğurlu olmaq istəyirəm, amma birinə vaxtım çatmır deyə o birilərini də etmək istəmirəm. İşte bu da mükəmməlliyətçilik. Ya hep ya heç deyirik buna. Xətalı düşüncədir. Yəni, məsələn belə düşünün.
e, stakanları yuyurdunuz, biri düşdü əlinizdən sındı. Digər 5-ini də sındırarsınız. Məsələn, dəst idi də, çaşka dəsti məsələn 6-dan olur da, ya da 12 kilo olur. Biri sındı, 5-ini də sındırmırıq da. Bunun kimi. O zaman nə edəcəksiniz bilirsinizmi? Burada ən azından belə pratik bir texnika öyrətsəm sizə. Bir, mən nə istəyirəm? Ən çox nə istəyərdim yazırsınız. Ən çox 5 dənə tik qoyursunuz, ən çox 5-i seçirsiniz. Sonra 5 üçün də e, düşünürsünüz, digərlərinin üstünə X qoyacaqsınız artıq. O getdi gələcək zamanlara, sonralara. O 5-in içində isə buna baxırsınız. İndi və burada təcili olan hansıdır? Acil olan hansıdır? Zəruri olan hansıdır? Bunu seçirsiniz. SWOT texnikasını yəni bilirsiniz də, lazımlı və təcili, lazım olan təcil olmayan, təcili olan lazımlı olmayan, təcildə olmayan, lazımda olmayan kimi bu cür kateqoriləşdirilə də bilirsiniz və yaxud da bu 5-dən indi və burada bu gün hansını etsəm daha uyğundur, sabah hansını etsəm, həftənin hansı gün hansı saatlarına, məsələn, dərsə ayırsam, idmana ayırsam, hər birini nə səviyyə qoysam, hər birində uğurlu olamayız. Bax, yetərsizlikdə bir də belə bir şeydir. Yetərsizlik hissi başqa bir şeydir. Real yetərsiz olmaq başqa bir şeydir. Real yetərsizlik nədir? Məsələn, mən fransız dilində real yetərsizəm. Heç bir şey bilmirəm fransız dilində. Bu real yetərsizlikdir. Bunu qəbul edirəm. Fransız dili mənim üçün önəmlidirsə, fransız dilindən nə edə bilərəm ki, yetərli olum, hazırlığa gedəcəm və yetərli olacam. Amma mən sizə desəm ki, mən təlim verməkdə yetərsiz hiss edirəm, bu başqa bir şey. Bu bir hissdir. Hiss reallıq deyil. Hiss sadəcə hissdir. İllüziyadır, hiss etdirir. Yəni ya da yetərsizlik bir də bütünlük deyil. Yəni məsələn, mən lətvə yetərsizəm deməli deyil. Mən şöyle deməliyəm. Mən fransız dilində yetərsizəm, amma türk dilində yetərliyəm. Mən fransız dilində yetərsizəm, amma kotlet bişirməkdə yetərliyəm. Mən fransız dilində yetərsizəm, amma təlim verməkdə yetərliyəm kimi. Yəni biz onsuz da hər bir şeydə yetərli olmaq və ya hər bir şeydə uğurlu olmaq yoxdur. Biz buna baxacağıq. Mən nədə uğurlu olmaq istəyirəm? Məsələn, tibbdə necə ki, hər şey olmaq deyə bir şey yoxdur ta. Lor mu olacaqsınız, oftalmoloq mu olacaqsınız, kardioloq, psixiatr, nevroloq bir şey seçəcəksiniz. Seçdikdən sonra məsələn mən nevroloqam bu yöndən danışım. Nevroloqlar belə o qədər bölünüblər ki, məsələn epileptoloq var, sırf epilepsiya ilə məşğul. Miqrenlə məşğul olanlar var, yəni miqren mərkəzi quran nevroloq var. Sırf insultla məşğul olan, insult mərkəzi quran nevroloq var. Nə bilim EEG edən var, etməyən var, EMG edən var, etməyən var. Cürbəcür. Yəni nevrologiyanın içi belə bölünür. Yəni təbii burada birisindən də uşaq nevrologiyası ayrı, yetişkin nevrologiyası ayrı və sair kimi. Ona görə belə bir şey yoxdur, yəni. Hər şey olmağa çalışsaq, hər şeydən geri qalarıq. Ə, Bu haqqda fikrim nədir deyə soruşmusunuz. Hə, bu mən sizi şəxsi olaraq tanımadığım üçün hansı səbəblərdən qaynaqlanır deyə bilməyəcəm ya da səbəbi bilmədiyim üçün tam olaraq nə etməniz gərəkdiyini də deyəməyəcəm. Səhv fikir səsləndirməkdən qorxmaq, ümumilikdə fərqli situasiyalarda insanların fikirləri necə olacağı barədə aşırı düşünmək vərdişi. Bu vərdiş sadəcə vərdiş deyil, bu bir qayğıdır, qayğı. Qayğı pozuntusudur və nəticədə özgüvən əksikliyinə, öz dəyərsizliyə, özünə güvənməməyə və sosial fobiyaya qədər gətirib çıxara bilər. Təbii ki, bunlar sizdə nəyə gətirəcək desəm, ünsiyyət qurmaqdakı sıxıntılar, özünü ifadə etməkdə çətinliklər, öz performansının aşağı yerində işlərdə işləmək, haqqını tələb edəməmək, utanmaq, pərt olmaqdan, qızarmaqdan, səhv etməkdən aşırı dərəcədə qorxduğunuzdan çox vaxt haqsızlığa uğrayanda belə susmaq. Nə etmək lazımdır? Bir, ya ən gözəli e, psixoterapiya almaqdır. Hadi bunu da edə bilmiriksə, ən azından evdə məsələn güzgü önündə ifadə etmək, güzgüdə gözümüzə baxaraq, ruhumuz gözlə baxır. Öncə tərləyəcəksiniz, pis olacaqsınızsa da orada olacaqsınız. Evdə məşq edirik, yazaraq məşq edirik, canlandırma deyirik, imagination. Gözünüzü yumun. Müəllimi canlandırın və müəllimlə danışırmış kimi bax belə düşün, danışırsınız. Özünüz ifadə edirsiniz. Dəfələr, 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 dəfələr. Buna məruz qalma deyirik. Beynimizi məruz qoyduqca artıq biz necə bir nümunə verim sizə. Məsələn, deyəlim ki, bir ujas filmə baxırsınız. İlk dəfə baxanda belə qorxa bilirsiniz, amma eyni ujas filmini sizə 30 dəfə seyr etdirsələr, əzbərə bilirsiniz və deyirsiniz, hə indi bıçaq çıxaracaq, hə indi bunun başını kəsəcək, hə indi buradan qan axacaq. Yəni artıq beyniniz reaksiya vermir. Yəni gözünüzü yumun, dəfələr insanlara cavab versəz, 3-5 10-dan sonra artıq görürsüz ki, ürəyiniz döyünmür, artıq silik basmır, artıq ağlamırsınız. Məsələn, yas terapisində belə məktub yazdırma bayaq dedim, texnikası var.
Diyelim ki mesela övladı ölen bir şəhid anası var idi məndə. O oğluna məktub yazdırmaya tapşırdım və dedim, ilk məktubu yazmaya başlayarkən bir saat ağlaya bilərsən. Tamam, yaz. İkinci dəfə yazarkən yarım saat ağlayacaq. Üçüncü dəfə 15 dəqiqə, dördüncü dəfə 5 dəfə, beşinci dəfə ağlamaratma yazır. Altıncı dəfə yazanda elə bir şeir yazır. Belə. Yəni artıq heç bir duyğu yaşamır. Bu bizim üçün sağalmadır. Ya bu insanda məsələn burada nədir? Duyğu yüksəkdədir, amigdala orada tetiklənir. Orada sizdə kortizol ifraz olunur, adrenalin ifraz olunur, həyəcan təşviş nə olacaq, necə olacaq? Keçmiş travmalarınızdan qaynaqlanır böyük ehtimal. Ata-ana bayaq dediyim kimi otoriterdirsə, məmnun olmayandısa, yetərsizlik aşılayırsa, əksik hiss etdirirsə, danlayırsa, heç məmnun olmursa və ya bir neçə dəfə valideyn və ya müəllim danlayırsa, Əhmədə salamlar, mənim sevgili şagirdim deyə təşəkkür edirəm. Hocam ən sevdiyiniz maşın Porsche desən, hal-hazırda mənim maşın Toyota Corolla'dır. Toyota'nı çox sevirəm, amma Porsche təbii canım, yəni e, hətta sizə bir şey anlatım. Özümə olumlamalar eləyəndə elədiyim olumlamaların biri şudur. Çox zəngin bir pasiyentim olur, hətta Porsche mağazaları var və mənim yanıma gəlir və sağalır və deyir ki, Lətifə xanım çox sağ olun, Allah razı olsun sizdən. Çox məmnun qaldım və sizə bir dənə Porsche hədiyyə edirəm. Normalda pasientlərimizdən bilirsiniz, biz hədiyyə falan götürməli deyilik, götürmürük də. Özəlliklə də maddi hədiyyələr, mənəvi hədiyyələr ola bilər. Məsələn, şəkil çəkərlər, bir şəkil verərlər, bizə alarıq. Amma belə bir şey mən şəxsən qəbul eləyərəm. Mən istəyən insan Porsche verə bilər. İlham bəy, sualınız var, əl qaldırmışsınız, buyurun. Çox sağ olun. Həqiqətən siz demiş o başda bir dərin nəfəs aldım. Elə bir nəfəsə dinlədik vebinarı. Həqiqətən çox maraqlı keçdi. Çox təşəkkür edirəm. Mənim sualım biraz düzü təzad təşkil eləyir. Biz mükəmməliyyətçilikdən danışdıq. Mən istəyirəm biraz işində mükəmməl olan insanlardan da danışaq. Məsələn, bu musiqidə ya film sektorunda ya elmdə. Çünki bu adamlarda belə deyək, beyinlərində bir şey fərqli işləyir. Çünki məsələn biz bu alimlərə baxsaq ya da dünyaca məşhur, yəni işlərin ən yaxşı, mükəmməl Bəli. adamlara baxsaq, görək ki, onlarda daim press, daim işləmək, gecəni səhərə qatmaq, nə bilim, tənqid və sair hər şey, ya coach tərəfindən davamlı tənqid. Məsələn, bir film var, Whiplash, bəlkə də çoxu baxıb. O filmdə bir bateristin həyatından bəhs edir ki, yəni gələcəyin ən yaxşı bateristlərindən biri olacaq və onun coachu Hı hı. davamlı tənqiddədir və məsələn deyir, sən yaxşı desəm sənin belə performansın düşəcək, ya sən düşünəsən ki, belədir. Və onun bir neçə tələbəsi artıq bezir bundan və deyir ki, yox da mən belə müəllimlə işləyə bilmərəm. Və məsələn sona bir tələbə qalır və onunla davam eləyir və nəticədə o ən yaxşılarından biri olur. Və mən istərdim bilim ki, bu azlıq da, hətta çox azlıq bir hissədə bu həqiqətən öz işlərində mükəmməl olan Ha. adamlarda nə fərqlidir? Bunlar neyniyirlər ya da düşüncə yapısı necədir ki, bunlar belə olurlar? Tamam. Məsələn, mən siz danışarkən iki nəfər, Sylvester Stallone və ağlıma gəldi, Rambo deyək adı buna, bir də Mr. Bean ağlıma gəldi. Burada nəyi demək istəyirəm? Ən önəmli şey mükəmməllik deyildi burada heç birində. Önəmli olan şey bu insanlarda tədqiqatlar göstərir ki, pes etməmək, davamiyyət, səbir. Yəni, məsələn, Rambo-da nəyi gördük? Nəyi öyrəndik biz tutaq ki? Ya adam bir hədəf qoydu və hədəfindən vaz keçmədi və başardı. Mister Bean ya burada mən toxunsam nüanslara ən əhəmiyyətli desəm deyərdim ki, birincisi məqsəd qoymaq və mən bu məqsədimə çatacağam demək və oradan getmək. Durmamaq da, yəni ki, məsələn, bu gün 3 səhifə oxudum, sabah 5 səhifə, bir həftə oxuya bilmədim, yatdım, qalxdım, xəstə oldum, oyandım, yenə başladım oxumağa kimi. Yəni ki, bir şəkildə amma vaz keçmirsən də, sən bunu illər davam etdirirsən, o zaman gəlib nəticə çıxarsan. Bir bu, hədəf qoymaq, davam etdirmək. İkincisi isə başarıdan. Məsələn, Mister Bean-i Rambo kimi düşünə bilirsinizmi? Ya da Rambo-nun gəlib Mister Bean olmalı. İkincisi burada isə mükəmməliyyətçilikdəki məsələ. Mənim xəmirimdən nə oları düşünmək. Yəni düşünün ki, məsələn bir xəmir ortaya qoyuram. Bunu mən yoğurmuşamsa mən deyəcəm ki, bax bu xəmirdən paxlava olar, şəkərbur olar, amma pirajki olmaz. Ya da məsələn bundan fəsəli olmaz,
kimi. Yəni Allah bizim xəmirimizin hər birini çox fərqli yoğurub yaradıb belə deyək də. Yəni bayaq dedim, məsələn o qıza nə dedim? Məsələn elə insan var ki, o estetik cərrah olması gerəkən bir insandır. Detayı, estetik zövqü var. İmici çox sevir bu insan. Onun üçün fit vücud, görüntü çox önəmlidir. Öz həyatında da, özündə də. Elə insan da var ki, məsələn, e, dəqiq konkret şeyi sevir. Genetik şey seçilir məsələn, deyəlim ki, yəni laboratoriyada bir iş da ola bilər. Bəlkə sosiallığı yaxşı deyil, ünsiyyət qurmaq istəmir, empatisi yoxdur. İnsanlarla bütün gün təmasda olmaq istəmir, amma həkim olmaq istəyir. Bəlkə histologiyanı seçsə, genetika laboratoriya kimi, yəni ki, dəqiq elm sevir, bütün günü kompüterin arxasında araşdırma aparmayı sevir. Araşdırmacı olacaq bəlkə də. Bəli, olsun və mükəmməl araşdırmacı olsun. Mükəmməl araşdırmacı olar bu insan məsələn. Yəni ikinci, yəni nüans özünü tanıma, mənim xarakterim nədir? Mənim xarakterimə nə uyğundur? Nəyi mən ən mükəmməl şəkildə eləyərəm? Yəni məsələn, demək istədiyim şey budur. Bir göyərçin gələrsə, bu mükəmməl şəkildə uçmağı öyrənər. Amma bir ilana uçmaq öyrətməli deyilik. Bir ilan da mükəmməl bir şəkildə sürünməyi öyrənməlidir. Uçmağı yox. Yəni bizə hocalarımız o vaxt deyirdi ki, uşağınız riyaziyyatdan zəifdir. Amma ədəbiyyatda Azərbaycan dilində çox yaxşıdır. Hansı fənlə hazırlığa qoyarsınız? Ədəbiyyatdan qoymalıyıq, riyaziyyatdan yox. Yəni, riyaziyyatdan zəifdirsə, bu uşağın riyaziyyatı yoxdursa, zaten riyaziyyat artırmaya çalışma. Ədəbiyyatını qüvvətləndir və ədəbiyyata yönləndir kimi. Dediniz məsələn sənətkar. Niyə Mr. Bean başarılı oldu? Ya da Jim Carrey. Ya adam çünki necə deyim, ya da Mr. Bean, yəni adam doğuşdan zaten onlar hamısı IQ səviyyəsi yüksək olan, amma ən gözəl necə mükəmməl başarılı oldular? Xarakterlərinə uyğun sahəyə getdilər. Yəni bir Mr. Bean-in məsələn siz bodybuilder eləməyə çalışsaydınız, iş bitərdi yəni. Mükəmməl bir bodybuilder ortaya çıxarda bilməz, amma adam mükəmməl bir aktyor oldu. Çünki kapasitesi budur. Yəni özətləsək, bir hədəf qoyun, davamlı, yəni bir ay xəstə ola bilər, olsun yəni. 2 ay nəyə soxan olsun, amma bir ömür davam etdirəcəksiniz. Bunun farkında olmaq, öz xarakterinizə uyğun zövq alacağınız, yəni bunu hobi kimi edəcəyiniz bir şey seçmək. Bir var siz estetik cərrahiyyəni seçdiniz və imicə, estetikaya bayılan bir insansınız. Bunu sanki şəkil çəkirmiş kimi edirsiniz. Hobidir bu sizin üçün elə bir ki. Həm zövq alacaqsınız, həm pul qazanacaqsınız. Amma bir də var düşünün ki, məsələn, ya heç məsələn mən tutaq ki deyirəm, mən insan sevirəm. Baxın niyə ödənişsiz vebinarlar, təlimlər verirəm. Buna ehtiyac duyuram. Sevirəm insan-insana münasibəti. Amma məsələn məndən bir genetika mühəndisi olmazdı. Məndən bir laboratoriya həkimi olmazdı. Mən bütün gün orada laboratoriyadakı cihazlarla, alətlərlə, məhsullarla məşğul ola bilmərəm. Mən ürəyim partlayardı. İnsana ehtiyac duyuram. Yəni özümü tanımalıyam. Bu əksiklik deyil. Zəiflik deyil. Bu, hər birimizin güclü və zəif yönü var və hər birimiz mənim güclü yönüm nədir? Onu tapacam və onu inkişaf etdirəcəm ki, mükəmməl olacam. Yəni mükəmməlliyi belə əldə etməliyik. Yoxsa ki, mən zəif yönümü mükəmməl eləyim, yox. Yəni mənim gitara çalmaq kimi, məsələn, mən özümdən götürüm, mənim rəsmim çox pisdir. Məni bir dənə şəkil çəksəm, elə bilərsiniz ki, o şəkli 5 yaşında uşaq çəkib. 5 yaşında uşaq məndən çox gözəl şəkil çəkər. Məsələn, mən nə rəsmi hazırlığa getməm, nə də o yönümü inkişaf etdirməm. Ya bu inkişaf etdiriləcək bir şey deyil də. Yəni bu məndə rudiment qalıb kimi bir şeydir. Yəni ki, zəifdir. Onu boş verəcəm. Mən təlim verməkdə gözələmsə, mən gedib diksiya dərsi alsam daha yaxşıdır, natiqlik sənəti öyrənsəm daha yaxşıdır, təlim versəm daha gözəldir və təlim vermək üçün kurslara gedib ən mükəmməl təlim verməyi öyrənsəm daha gözəldir. Anlatabildim mi? Bunu demək istəyirdim. Və yaxud da aşırı mükəmməllikdən biz danışdıq. Yəni patoloji, ən yaxşı, ən yaxşı, ən yaxşısı olsun dərkən burnout-a girməkdən, yıpranmaqdan, tükənməkdən və pes etməkdən. Yaxşı olmur, ən yaxşı olmur, o zaman buraxın demək. Yəni yaxşı olsun. Sümeyyə xanım əl qaldırıb, buyurun. Sonra yeni suallar da oxuyacağım. Axşamınız xeyir Lətifə xanım, necəsiniz? Təşəkkür edirəm maarifləndirici mövzulara toxunduğunuz üçün. Mən burada siz duyğuları bilmirik mövzusuna toxundunuz. Mən maraqlıyam, öz duyğularımızı necə öyrənməyi, necə inkişaf etdirə bilərik? Tamam. Əslində bu uşaqlıqdan öyrədilməlidir. Məsələn, 3 yaşında uşağa deyirsən ki, tutaq ki da, Əli bir gün evə gəldi, elə bilirdi ki, kabab yeyəcək, evə gəldi, amma gördü ki, kabab yoxdur.
Səncə o nə hiss elədi? Düşün, üzgün, başqa xəyal qırıb, başqa məyus oldu, başqa kimi belə inkişaf etdirik. Ha, bu yaşa gəlmişiksə, ən az 50 dən duyğu var deyəlim ki, internetdən araşdırın, 50 dən duyğunu tapırsınız. Sonra bu duyğulara bir baxırsınız. Hansı nə zaman hiss eləyirsiniz? Sonra axşamlar özümüzə zaman ayırmaq 5-10 dəqiqə. Məsələn, axşam yatağa girirəm. Bu gün nə baş verdi? Uydurmayın da özümdən bir şey uydurum. Tutaq ki, bu gün mən yatağa girdim, tələbəyəm. Bu gün nə baş verdi? Ya dərsdəykən məsələn, filan rəfiqəm mən dərs danışarkən mənə güldü. Hı. Mən nə hiss elədim? Üzgün. Başqa? Məyus oldum. Başqa? Utandım. Pərt oldum. Niyə? Özümlə dalga geçilmiş kimi hiss etdim. İstehza elədi məndən. Məni qınadı. Mən niyə bu qədər pis oldum? Ağladım. E, Keçmişdəki bir yaram tetikləndi. Hə, o vaxt mənlə atam da belə istehza eləyib gülmüşdü insanların içində bir dəfə toyda. Hə, onu xatırladım. Yəni belə-belə travmalarım mı tetikləndi, ortaya çıxdı. Əslində mən orada nə hiss elədim, nə düşündüm, bu məndə nəyə səbəb oldu, davranışımda necə göründü, bədənimdə nə oldu, ürəyim döyündü, əlim əsdi, istilik bastı. Yəni incələmək və ya məsələn arkadaşım mənə orada dalga geçdi. Mən də hirsləndim, ağzım payın verdim. Bu sadəcə əsəbdə qaldı. Əsəb səthidir. Əsəbləşdim çünki nə? Yəni nə oldu ki mən əsəbləşdim? Qəlbim qırıldı deyə əsəbləşdim. Haqsızlığa uğradım, alçaldım, mənlə istehza etdi deyə mən əsəbləşdim. Yəni əsəb orijinal birincil duyğu deyil burada. Bunları kəşf etmək və yaxud da terapiyaya gəlib özünüzü kəşf etmək, özünüzü tanımaq. Sürəkli tetikdə olma hissi də mükəmməliyyətçilikdən irəli gəlir. Çox vaxt sürəkli tetikdə olma hissi güvənməməkdən irəli gəlir. Güvənsiz hiss etməkdən, kontrol ehtiyacından, qayğılardan. Məsələn, tetikdəyəm, ya bir şey olarsa, ya nəsə olarsa, ay, neyniyərəm mən? Yəni hər an onda qazı yoxlayım, qapını yoxlayım, bağlamışammı? Kimi bu tetikdə olma halı siz nəyə bənzədir? Məsələn, indi buradayam, maşınımı söndürmüşəm. Düşün ki, onda maşın xodda qalır. Yəni beynimiz hep aktiv olur, hep yorulur tetikdə qalmaqdan. Dinləndirməmiz lazımdır. Amma durduq yerdən tetikdə deyilsiniz, bir şeylər yaşanır və beyniniz o sos rejimində qalıb. Elə bir ki, müharibədədir beyniniz. Yəni müharibədə olan bir əskər düşünün, növbətçi əskər, necə ki silah əlində və gözü həmişə orada sərhəddədir. Başını atıb yatmır. Niyə? Güvəndə deyil. O zaman yuxu pozuntusu yaşaya bilirsiniz. Diqqət dağınıqlığı, konsentrasiya, gərgin yuxular və s. bir baxmamız lazımdır. Ortamda olanda deyib gülən bir, hamını güldürən bir, yalnız qalanda, dərsdən evə gedib tək olanda depressiya düşür, yalnızlığa görə necə çözmək olar? Şimdi bu maskadır. Fərqli maskalarımız var. Məsələn, indi burada bu koftanı giymişəm. Bu o demək deyil ki, bu mənim ev koftamdır. Yox, yəni ev halım daha başqadır. Yəni ortamda gülüb danışa bilir insanlar. Yəni insanları pis hiss etdirməmək üçün ola bilir. Pis hiss etdiyini, üzgün olduğunu ortaya qoymayan, özünü ifadə etməyən, ifadə etməkdən utanan, çəkinən bir insan ola bilir. Fədakar hisslərini içəri atan bir insan olmuş ola bilirsiniz və s. Bir mənkəbə var. Bir kişi gəlir həkimə deyir ki, çox üzgünəm, çox pis hiss eləyirəm, çox mutsuzam, depressiyadayım. Həkim deyir ki, bilsən, təzə sirk gəlib buraya, yaxşı palyaçolar var, insan çox güldürür, gəl onun yanına, kefin açılacaq. Adam da deyir ki, o palyaço işlə mənəm. Bəzən hamını güldürürük, əyləndirik, hamı üçün hər şey yaxşı olsun istəyirik, amma hər kəsə dəyər verərkən tam da özümüz dəyərsiz hiss edə bilirik orada. Çünki heç kəsə heç bir şey anlatmayınca hamı elə bilir ki, bizdə hər şey qaydasındadır. Hak etdiyiniz dəyəri bəzən ala bilmirsiniz və içinizdə çox vaxt duyğusal yıpranma, boşluq ola bilər. Yəni sevilməmə, dəyər görməmə və bundan dolayı üzgün və bədbəxt hiss edə bilirsiniz. Birazcık işin içini incələməyiniz lazımdır ki, nə baş verir? Evə gələndə nədən bu qədər üzgünəm? Nəyi gizlədirəm? Nəyin üstünü örtürəm? Nə ilə üzləşmək çətindir? Allah sizdən razı olsun, Lətifə xanım, siz mənə çox yaxşı gəlirsiniz. Baxdım, aha, təşəkkür edirəm, doktor bildirdiniz. Çox sağ olun məsləhətləriniz üçün. Məhz fransız dili misali də təsadüf idimi, ayrı bir xoş oldu. Cüneyt xanım, fransızca doğrudan heç bir şey bilmirəm ya. Yəni Alman dili, İngilis dili, müəyyən bir şeylər bir də o doğrudan sıfır məndə. Ona görə o misal verirəm həmişə. Beynimizdəki açıq papkaları necə bağlayır? Terapiyaya gələcəksiniz, bağlayacağım mən hamısını canım. Müəyyən vaxt ərzində unudursan o hadisədən sonra qəfil ağlına düşür. Bəli, tetiklənmə olanda. Tibdə oxuyursunuz. 5 duyğu üzvümüz var bizdə. Görmə, eşitmə, qoxu, dad, taktil. 5 dənə nümunə verim sizə. Öz pasientlərimdən. Bir filmi anlatım sizə. Filmin adı yadımda çıxdı.
Adamın biri qızları qaçırır, dərman verir və taciz edir. Sapıqdır. Seri sapıq bir də. Seri. Hər taciz edəndə bir dənə sevdiyi mahnı var, məhz o mahnını qoyur. Ən son o adamı həmin mahnıdan tuturlar. Çünki qızlar hamısı şimdi tacizdən sonra oyanıb özlərinə gəlirlər, heç bir şey xatırlamırlar, amma hamısı o mahnıdan nifrət edir. Daha öncədən o mahnını sevən qızlar belə o mahnını dinləmirlər, ən son o adamı o mahnını tapırlar. Bu eşitsəl yaddaşdır. O mahnını eşidəndə o qızlar özlərini çox pis eləyir. Görsəl yaddaş. Deyərəm ki, məsələn, bir qız evlərində divanda tacizə uğradı. Hər evə girəndə, hər o divanı görəndə o taciz hadisəsi yadına düşür və e, özünü pis hiss edir, görsəl yaddaşda. O qız məsələn sonra o evi satdırdı. Qoxu. Bir pasiyentimin nənəsi özünü pis hiss edir. Deyirlər ki, tez şey gətir, valakardin gətir. Onun da spesifik iyi var. Gətirərkən nənə orada keçirilir. Nənənin ölüm anında əlində valakardin var və onun qoxusu var. O qoxunu götürə bilmirdi məsələn. Hər onu iynəmək nənənin ölümünü beynimizdə bizə assosiasiya olur. Qoxuyla. Qoxu yaddaşı həmin o nənənin ölüm anını gətirir və siz. Dad. Ə, məsələn, apelsin yeyirdi, deyəlim ki, yıxıldıqca sındı. Bir daha ömrü boyu apelsin yeməyə bilir. Hər apelsin yeyəndə çünki ayağının sınması yadına düşə bilir. Dokunma. Tacizə uğradı və buradan toxundular. Buradan biri toxunduğu zaman irkilir. İzin vermiş ki, orada onu toxunsunlar kimi. Buraya nə gəldim? Hə, açıq papkalardan gəldim. Bunlar o papkalarımızı aça bilir. Buna deyirik ki, yəni yaranız qasnaq bağlamışdı, amma e, bəzi hadisələr o yaralarımızı qanada bilir. Salam Lətfə xanım, mənim qızım 11 yaşındadır, onda dırnaq yeme vərdişi var. Bu neçə vaxtı sinifdə bir dənə yaxın olduğu rəfiqəsi yoxdur. Bu onu pis təsir edir, onu necə yol göstərərdiniz? Mükəmməliyetçilik var, səhv edərəm deyə çəkinir. Dırnaq adətən gərgin, narahat insanlarda olur. Dırnaqlı yemə əsla demirik. Bu daha da beyninə qazınmış olur. Məsələn, dırnağı yanan anda mənə bir stəkan su gətirə bilərsən balam? Tamam, gətirdim. Əlimə başqa bir şey verdim anda. Yəni beyni unutduraraq valideyn edə biləcəyi şey dırnaqlı yemək kəlməsini əsla istifadə etməmək, yəni hər dəfə beyinə o mesaj verməmək. İki, unutturmaq üçün əlli ilə başqa iş gördürmək. Üç, biz insanlar, bayaq məsələn, Mr. bir misal verdim ya, əllərində bir qabiliyyət var. Məsələn, bu uşağı bir pianino mı, gitara mı, rəsm mi, amma əllərini işlədəcəyi gərginliyi əli ilə sənətə çevirəcək. Yəni toxuma olsun məsələn. Gərgin, amma toxuyarkən bu həmin o enerjini başqa bir yerə yönləndirməkdən. Yemir, amma başqa bir yerə yönləndirir. Ən təməl edəcəyimiz şey də bu uşağı nə qayğılandırır, nə baş verir ki, dırnağını yeyir, bunu çözməkdir təbii ki. Əvvəl xəyalımız olan, amma öz potensial və imkanlarımızı düşündükcə bizə uyğun olmadığına qərar verib tam özümüzə uyğun sahəni seçsək belə o ilk arzumuza qarşı günahkarlıq hissini necə aşa bilərik? Niyə o ilk arzumuza qarşı günahkar hiss edək? Belə desəm məsələn, məsələn deyəlim ki, Porsche üzərinə getsəm. Porsche-ni çox sevərdim, hal-hazırda amma Toyota Corolla sürürəm. Tamam Lətfə, sən Porsche-yə də layiqsən, amma indi və burada bugünkü imkanlarımla sənə Toyota Corolla verirəm. Bu Corollanı sürmən sənin dəyərsiz olduğun ya da səni sevmədiyim anlamına gəlməz. Səni çox sevirəm və dəyər verirəm. Əgər bir gün imkanım olarsa, sənə söz verirəm, onu sənin üçün edəcəm. Edəməzsəm də, bir ki sən mənim üçün dəyərlisən, sənin üçün daha nə edə bilərəm? Əlimdən gələn başqa bir şey var. Sən istəyirsən sən çay verim. İstəsən sən gəzməyə aparım kimi. Nə edə bilərimə baxacaq. Yəni burada e, qəlbinizlə danışıb deyəcəksiniz ki, mən buradayam, mən sənin yanındayam. Mən də istəyərdim sən istəyən həyata geçsin, amma biz Allah deyilik. Sınırsız bir gücümüz, elmimiz və maddiyyatımız yoxdur. Sınırlı indi və burada bugünkü sağlığımla, bugünkü gücümlə, bugünkü 24 saatımla nə edə bilərəmə baxa bilərəm. Yəni resurslarım sınırlıdır, ona uyğun davranacaq və bunu qəbul edəcək. Yəni bu. Məsələn, uçmaq istəyərdim. Neyim indi mən qanadım yoxdur, bunu qəbul edəcəm. Uçamadığım üçün yetərsiz hiss etməyəcəm. Deyəcəm ki, Lətvə yeriyə bilirsən, gəl idmana qədər yürüyüşünü daha da gözəlləşdir. Amma sənin uçmana əlimdən gələcək bir şey yoxdur yəni uçman yönündə. Mən xüsusilə bir sahəyə çox ciddi yönəlirəm. Məsələn, dərs oxumağa və ondan ötürü əylənməyə falan təxirə salıram. Sonra baş ağrısı yaşayıram. Bu qədər ciddi məsuliyyətlə yüklənmək istəmirəm. Tamam, ne gözəl ki tapmısınız. Baş ağrısı mı gəldi? O anda dayanacaqsınız. Başım ağrıyır. Not eləyin məsələn. Hansı günlər başınız ağrıyır? Hansı saatlarda? Harda ikən? Nə ilə məşğul olarkən? Nə qədər məşğul olarkən? Baş ağrıyarkən nə edirsiniz? Nə etdiyiniz zaman keçir? Nə eləyəndə effekt alırsınız? Nə edəndə effekt almırsınız?
Əgər deyəlim ki, saatlarla dərs oxumusunuz, o anda yemək yeməyi unutmusunuz, şəkəriniz düşüb. Ya da məsələn 4 saat dərs oxudum, başım ağrıdı. Amma keçən dəfə 2 saat oxumuşdum, ağrımamışdı. Bu nədir? Bədəniniz və ruhunuz sizlə danışır. Azərbaycanca danışa bilmir ruhunuz. Durub desin ki, e, məsələn adınız Lətifə desə, Lətifə bilsən yoruldun, bəsdir artıq deyə bilmir. O zaman nə edəcək? Baş ağrısıyla yorulduğunu ortaya qoyacaq, göz ağrısıyla qoyacaq və s. Belə. Bilirəm ki, tam əhatə etmədim, çünki düşünmüşdük ki, 1 saat mövzu olar, yarım saatda sual-cavab və elə də elədik, amma mövzu bitmədi. İnşallah bir neçə dəfə daha görüşərik və davam edərik deyə düşünürəm. Hal-hazırda mən olan bütün sualları cavabladım, amma mövzumuz təbii ki, bitmədi. Bir neçə yönünə bacardığım qədər toxunmaya çalışdım. Qalb atanlara da təşəkkür edirəm. Çox maraqlı oldu həqiqətən də. Və vaxtımız limitlidir, amma yəni bu vaxtda çox yaxşı istifadə edirsiniz doktor. Həm suallara yetərincə cavab verdiniz, həm də izahlarınız çox maraqlı idi həqiqətən. Mən öz adıma deyə bilərəm ki, çox maraqla qulaq asdım. Yəni inşallah ki, gələcək vebinarlarda daha fərqli və daha maraqlı mövzulara e, Tamam. toxunarıq. İsteklərini tələbələr Aydan sənə bildirsinlər. İsteklərini Bəli, biz bildirin, ona feedback uyğun Aydan da mən formu deyər. göndərəcəyik qrupumuza. İnşallah orada uşaqlar feedback şəklində bizə istədikləri mövzuları deyərlər. Elə qeydiyyat formunda suallar var idi, amma elə onlar da oxşar suallar idi. Onlara da cavablarınızı onun üçün səsləndirmədim. Yəni, Tamam. məncə suallar da artıq bitdi. Çox sağ olun bir daha həqiqətən. Bəli, bütün sualları cavablandırmışam. Bəli, bəli. Təşəkkür Çox edirəm, məmnun oldum. Mən 2001-2007 bitirmişəm. Çoxdandır tibbi arada bir konfranslar olanına gedirəm. Belə xoşdur mənə. Nə zaman istəsəniz yenə bərabər olarıq. İnşallah doktor, çox təşəkkür edirəm. Qoşulan hamıya da çox təşəkkür bildirirəm. Yəni mən düşünürəm ki, hamı üçün də həqiqətən çox maraqlı webinar oldu. Yəni bunu da sizə təşəkkürlərdən anlaya bilirik. Sağ olun, görüşərik. Sağ olun.